Xüsusi təhsil ehtiyaclı uşaqların təhsilinə dair son illərdə həyata keçirilən əsas islahatlar hansılardır? Müəllimlərin inklüziv təhsil üzrə hazırlanması üçün hansı təlim və proqramlar həyata keçirilir? Məktəbə qədər müəssisələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qruplar artırılıbmı? İnklüziv təhsilin inkişafında beynəlxalq təcrübədən hansı nümunələri Azərbaycana tətbiq etmək olar? Suallarımız çoxdur, cavabları isə təbii ki, bizim qonaqlarımızdadır. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari bizimlə bərabərdir. Sabahınız xeyir olsun Elnarə xanım. Xoş gəlmisiniz. Məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdürü Anar Xələfov. Anar müəllim, sizin də sabahınız xeyir olsun. Necəsiniz? Təşəkkür edirik. Çox sağ olun. Deməli, əslində çox ciddi mövzudur və təbii ki, dövlət agentlikləri, dövlət qurumları tərəfindən də bu məsələyə xüsusi diqqət ayrılır. Çünki birbaşa bilirsiniz, biz dəfələrlə səhhətində problem olan, dünyaya artıq xəstəliklərlə bağlı göz açan uşaqlarımızla da bağlı danışmışıq. Onlar da bilirsiniz ki, Heydər Əliyev Fondunun xüsusilə ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarəti altındadır. Yəni, inklüziv yanaşmalar da bugün ölkəmizdə çox ciddi bir profildir. Bilirsiniz ki, mərkəzlər var və bu mərkəzlərə fərqli diaqnozlarla uşaqlar gəlir. Düzün desəm, Elnarə xanım, Anar müəllim, o qədər yeni diaqnozlar var ki, inanın ki, artıq mütəxəssislər belə başlarını itiriblər, bilmirlər ki, hansı məsələni hardan başlayıb həll etsinlər. Həm də biz doğrudan da bu mövzuda bir millət olaraq, bax bu fərqli uşaqların valideynləri olaraq, yaxınları olaraq çox fərqli bir sınaqdan keçirik. Biz bilmirik ki, o uşaqlarla biz düzgün işi necə aparaq ki, gələcəkdə biz bunun nəticəsini yaxşı görək də. İndi onları da axı kənara atmaq olmaz. Biz bunun üçün çalışırıq da. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin gördüyü işlər haqqında təbii ki, məlumatlıyıq. Bunlardan doyunca bol-bol bugün danışacağıq. Çünki bu yaxınlarda bizim obyektiv verilişində də hətta bununla bağlı müzakirə oldu. İzlədim təbii ki. Və xüsusi qayğıya ehtiyacı olan uşaqlara, yeniyetmələrə çox kömək edirsiniz Elnarə xanım. Bunu bilirik. Bilirəm ki, bu mövzuya çox həssas yanaşır Elnarə xanım və bu barədə təbii ki, danışacağıq sizinlə. Amma ilk sualımı Anar müəllimdən başlamaq istəyirəm. Çünki ona da veriləcək suallarımız çoxdur. İnklüziv təhsil deyəndə biz burada sadəcə bir siyasət deyil də, cəmiyyət faktoru var da burada. Burada humanist və ədalətli cəmiyyət qurmaq yolunda atılan addımlar var. Ümumiyyətlə, bax, bugünkü vəziyyətdən istəyirəm danışım. Xüsusi qayğıya ehtiyacı olan uşaqları yəni qane etmək üçün, onların tələbatlarını ödəmək üçün bu gün bizdə hansı vəziyyətdir? Bir çox ölkələrdə olduğu kimi bizdə də inklüziv təhsil inkişaf mərhələsindədir. Belə deyək, 2018-ci ilə qədər ölkəmizdə xüsusi təhsil ehtiyacı olan uşaqların təhsili məhz xüsusi məktəblərdə, seqreqativ mühitdə təşkil olunması qanunvericiliyindən nəzərdə tutulur. Yəni, qanunvericilikdə xüsusi təhsil alma formaları kimi həmin xüsusi təhsil ehtiyacı olan uşaqlar üçün xüsusi məktəblərdə, ümumi təhsil məktəblərinin xüsusi bölmələrində, ev şəraitində və stasionar şəraitdə müalicə alan uşaqlar, üçün stasionar şəraitdə təhsilin təşkil olunması nəzərdə tutulurdu. Məhz 2018-2024 inklüziv təhsilin inkişafı üzrə dövlət proqramı ilkin olaraq ölkədə uşaqların, xüsusi təhsil ehtiyacı olan uşaqların öz həmyaşıtları ilə, tipik inkişaf edən həmyaşıtlarına bir yerdə öz icmalarında qalmaq şərti ilə təhsilə cəlb olunmasını başlaması, onunla bağlı işlər başladı. Əsas da burada normativ hüquqi aktlarda, qanunvericilikdə islahatların aparılması, ümumilikdə inklüziv təhsilin, xüsusi təhsil alma forması kimi qanunvericilikdə nəzərdə tutulması, bu həm ümumi təhsil haqqında qanunda, həm xüsusi təhsil haqqında qanunda müvafiq dəyişikliklər elədi və əlbəttə inklüziv təhsilin həyata keçirilməsi üçün inklüziv təhsilin təşkili qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi, onun əsas çərçivələrinin müəyyənləşdirilməsi ki, nə cür həyata keçirilməlidir. Bu ümumi təhsil pilləsindən söhbət gedir ki, həmin dövrdə məhz ümumi təhsil pilləsində inklüziv təhsilin həyata keçirilməsi ilə bağlı qanunvericilik bazası formalaşdı və tətbiqinə başladıq. Burada inklüziv təhsil deyəndə yalnız uşaqların öz həmyaşıtları ilə bir sinifdə təhsilə cəlb olunmasını nəzərdə tutmuruq. Uzun illər sağlam imkanlı xüsusi təhsil ehtiyacı olan uşaqlar təhsil alması üçün öz ailələrindən, öz icmalarından gedərək
Bakı şəhərində, Gəncə şəhərində, böyük şəhərlərdə olan internat məktəblərinə yerləşdirməyə məcbur olurdular. Yəni təhsil alması bir tərəfdən biz onların təhsil hüquqlarını təmin edirik, digər tərəfdən eyni səviyyədə olan ailədə yaşamaq hüququnu əllərindən alırdıq. Yəni bu məsələ inklüziv təhsil imkan verir ki, uşaqlar öz ailələrində, öz qohumlarının, öz icmasında qalaraq təhsil cəlb olunur, yaxınlıqdakı məktəbdə təhsil cəlb olunsunlar. Bu birinci işdir ki, birinci olaraq belə bunun təşkili və təşkili üçün qanunvericilik bazası formalaşdırması. Bu həm tam şəkildə deyə bilmərik ki, biz inklüziv təhsili tam şəkildə həyata keçirmişik. Çünki burada inklüziv təhsil deyəndə beynəlxalq qanunvericiliklə göstərilir ki, biz keyfiyyətli təhsildən danışırıq. Biz yalnız uşaqların ümumtəhsil məktəbinə gəlməsi, ümumtəhsil sinifində olması yox, eyni zamanda onun ehtiyaclarına uyğun, onun potensialını reallaşdırma imkan verən təhsildən danışırıq. Növbəti mərhələ məhz o istiqamətdə gedir ki, biz inklüziv təhsili keyfiyyətli olaraq həm o uşaqlara, həm digər həmyaşlarına da keyfiyyətli formada həyata keçirməsinə nail olaq. Elnarə xanım, təbii ki, Anar müəllim də yəni indi etdiyi çıxışda bir neçə məsələlərə toxundu ki, onlara da yəni qayıdacağıq, daha geniş müzakirə edəcəyik onları. Mən təbii ki, sizin gördüyünüz işlər haqqında danışmaq istəyirəm. Siz yəqin ki, fərqindəsiniz də, siz nə qədər ailələrə, nə qədər analara, nə qədər övladlara belə yeni nəfəs verirsiniz də. Doğrudan bilsiz, hər işin öz çətinliyi var. Amma bəzi işlərdə ruh məsələsi, mənəviyyat və psixologiya təbii ki, önəmlidir də, düzdür. Əslində sizin gördüyünüz iş həm məsuliyyətli işdir, həm də bir vicdan məsələsidir. Çünki bilirsiniz, hansısa bir işdə biz vicdanımızı ortaya qoyub, onun ölçüsünü özümüz müəyyən edərik də, mən bu işə bu boyda vicdanla yanaşmaq istəyirəm. Amma bu işdə elədir ki, yəni burada 100% vicdanlı olmaq lazımdır da. Bax, bilirəm ki, sizdə bütün kurslar ödənişsizdir. Bax, bununla bağlı da danışaq. Ümumiyyətlə, bir məsələyə də toxunum ki, çox az valideynlər var ki, ümumiyyətlə, bax, bundan məlumatsızdılar. Əslində, çox sağ olun Elnarə xanım. Siz haqlısınız. Çünki burada ilk növbədə insan öz vicdanla rastlaşır. Niyə görə? Çünki mənim üçün, şəxsən mənim üçün bu mövzu çox yaxındır. Çünki mən də bir ana kimi 19 yaşında bir oğlan gəncin valideyim, autizmli olan bir gəncin valideyinəm, anayam və siz dediyiniz bütün buradakı məsələlərlə mən özüm şəxsən rastlaşmışam. Bu yol çox çətin bir yoldur. Hər bir ana, hər bir valideyn üçün çox çətin bir yoldur və burada hər bir ailənin üzvü səfərbər olub həmən insana, həmən övlada, həmən anaya dəstək olmalıdır. Niyə görə ilkin ondan başladım? Siz dediniz ki, çox həssas bir mövzudur deyə və mənim üçün şəxsən bu həssasdır. Ona görə də bizim mərkəzdə yanaşma xüsusilə tam fərqlidir. Əslində, haradasa sevindirici bir haldır ki, məhz sizin kimi bir insanın ora seçilməsi, sizin nəzarətinizdə olması doğrudan da. Çünki kim bunu bilər? Ancaq bunu yaşayan, düz demirəmmi? Mütləq, mütləq. Çünki yanaşma da fərqli olur artıq. Düzdür. Və bizim elə siz yenə də bunu vurğuladınız ki, biz artıq bizim mərkəz, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəz barədə artıq həm sizin verilişlərdə çox bu mövzuya toxunmuşuq, müzakirə etmişik. Amma bir fürsətdir mənim üçün. Çünki yenə də onu da qeyd etdiniz ki, əfsuslar olsun, çox valideynlər bizim mərkəz barədə hələ də məlumatsızdılar. Bizim mərkəz Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində bir qurumdur və burada həssas kateqoriyadan olan insanlar üçün, vətəndaşlarımız üçün tam pulsuz şəkildə, amma əlbəttə ki, yaradıcılıq istiqamətdə biz təlimlər həyata keçiririk. Və bizdə 14 fəaliyyət istiqamətlərimiz var. Burada həm art, həm musiqi, vokal, foto, rəqs, sırf yaradıcılıqdır. Bu yaradıcılıqdır. Amma bunun bir xüsusiyyəti var. Biz həmçinin də həssas kateqoriyadan insanlar üçün yaradıcılıq bir potensialını inkişaf etdirməkdən onlara həmçinin bizdə multidisiplinar bir departamentimiz var və orada sosial işçilər, psixoloqlar işləyirlər, mütəxəssislər, bunlar case management əsasında öz metodikalarını qururlar və hər bir benefisiarlarımıza xüsusi yanaşma olur. Onlar inkişaf planı hazırlayırlar və bizim təlimlər dövründə onların inkişafına nəzarət edirlər.
Və çox vacib bir məqamdır ki, biz həmçinin onlar üçün terapiyaları keçirdirik, dəstək oluruq. Həm sosial-psixoloji, həm də sosial-pedaqoji dəstək bizdə göstərilir. Həmçinin də onların valideynləri. Bu kompleks yanaşma bizim təlimlərimizi... Psixologlar falan işləyir onlarla. Əlbəttə ki. Yəni elə əsas istiqaməti elə odur. Çünki baxın, biz deyəndə biz... Valideynlər də faydalana bilirmi? Əlbəttə. Yəni bu terapiyalar onlarla... Çünki baxın, biz yenə də danışırıq ki, biz istəyirik ki, bizim övladlarımız normal mühitdə inkişaf etdirmək fərq etməz. Tipik olsun, atipik uşaqlar olsun. Biz normal mühit yaratmalıyıq. Və normal mühit hardan gəlir? Ailədən gəlir. Və ailədə ana narahatdırsa, inanın mənə, uşağın inkişafı heç cür olmayacaq. Və ona görə də bizim mərkəzdə bu kompleks yanaşmalar tətbiq olunur. Və mən bəlkə də iddialı olaram, yaxşı bizim nəticələrimiz var, uğurlu hekayələrimiz var. Və biz çalışırıq ki, bizim uşaqları, biz bütün, indi bu 4 il artıq bizim mərkəzimiz vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb və 4 ildə artıq fəaliyyət göstərir. Və bu 4 il ərzində bizim 150-dən çox tədbirimiz həyata keçirilib. Burada həm konsert proqramlarıdır, sərgilərdir, müxtəlif master-klasslar və bu kimi tədbirlər həyata keçirilir və biz çalışırıq ki, maksimum dərəcədə bizim benefisiarları bu tədbirlərə cəlb edək. Niyə? Çünki biz onlar üçün yeni bir şanslar veririk və yenidən cəmiyyətə qazandırırıq. Elnur xanım, kimlər müraciət edə bilər bura? Hər hansısa bir limit varmı? Xeyr, əslində limit yoxdur. Mən icazənizlə bu qayda barədə də deyim. Bizim elə sadaldığımız həssas kateqoriyalar kimlərdir? Şəhid ailələrinin üzvləridir, vətən müharibəsinə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləridir, az təminatlı ailələrdir, valideyn himayəsində mərhum olan uşaqlardır və ən böyük kateqoriyamız əlilliyi olan insanlardır. Və burada həmçinin də əlilliyi olan insan müxtəlif diaqnozdan olan insanlardır və bizim kurslarımız 6 yaşdan yuxarıdır. Yuxarı limitimiz yoxdur. Müraciətlər necə olur? Dost mərkəzlərinə müraciət olunur və Sosial Xidmətlər Agentliyi yerli mərkəzlərinə. Və sonra həmən müraciətlər bizə yönəlir. Biz qiymətləndirmə komissiya əsasında bizə cəlb edirik bizim təlimlərimizə. Yəni komissiya keçirilir və bizim vətəndaşdan azından bir yaradıcılıq potensialı varsa, mütləq, yəni biz onu inkişaf etdiririk. Bizim müxtəlif studiyalarımız var və artıq həmçinin də peşəkar səviyyəyə biz çatdırırıq. Və hər təlimin sonunda da sertifikatlar verilir. Bax, sizin gördüyünüz iş doğrudan da böyük bir işdir də, amma tək əldən səs çıxmır da. Burada təbii ki, valideynlərin də rolu çox böyükdür. Uşaq, lap elə qoyduğumuz adi, yəni sağlam daha uşaqları deyək, yəni şüurlu uşaqları deyək də, qoyduğumuz məktəbdə belə hər şeyi müəllimin, getdiyi məktəbin, bax bu cür mərkəzlərin üzərinə o yükü, məsuliyyəti qoymaq olmaz da. Əlbəttə. Gərək sizin orada mütəxəssislərin verdiyi tapşırıqları da valideynlər evdə də davam etdirsinlər. Düz demirəmmi? Əlbəttə. Sabah 3 ay keçir, 5 il keçir, hansısa bir nəticə görməyəndə heç kimi günahlandırmayın da. Çünki bu uşaq axı təkcə hansısa mərkəzin və yaxud da məktəbin sayəsində inkişaf edə bilməz axı təkcə. Burada ailənin də rolu böyükdür. Gəlin, adi bir misal çəkim də. Bilirəm, valideynlər hansı ki, bu həssas uşaqların valideynləri də onlar da çox həssas olurlar. Misal üçün, mənim öz övladımda, oğlumda 6 yaşı var, amma normal 6 yaş uşaqlar kimi danışmır. Nitq ləngiməsi oldu. İndi başlayır 3-4 sözü arxa-arxaya demək. Daha çox qısa sözlərdən istifadə edirdi. Ancaq yemək istəyirəm, çimmək istəyirəm, parka getmək istəyirəm, yerləncəkdə yerlənmək istəyirəm. Ancaq qısa, bunların adını deyirdi. Amma baxın, mən özüm də çox əmək verirəm. Ananın verdiyi əmək, ötürdüyü enerji ilə hansısa bir müəllimin verdiyi enerji eyni ola bilməz. Ən azından bu enerji məsələsində. Bir də Anar müəllim, bax bu məktəblərin fiziki şəraitindən də istəyirəm danışaq da bu cür fərqli uşaqlar üçün. Məsəl üçün panduslar, liftlər, xüsusi avadanlıqlar, yəni xüsusi qayğı ehtiyacı olan uşaqlar məktəblərdə üzləşdikləri əsas problem nədir? Məsəl üçün bir ölkəmdə, yəni paytaxtımızda bir özəl məktəbə getmişdim.
övladımla bağlı orada gördüm. Gördüm ki bir avtizm diaqnozlu uşaq var idi. Düzdür, biraz yuxarı sinif idi. Məsəl üçün məktəbdə normalda uşaqlar pilləkənlərdən istifadə edirdilər. Amma bunun üçün yanında bir elə bir ki, köməkçi müəllim vermişdilər, bəli. Və o liftdən istifadə etməyə ona icazə verirdilər ki, o liftlə yəni qalxsın, düşsün. Məsəl üçün bu məni o qədər sevindirdi. Fərqli uşağa fərqli yanaşma da lazımdır da. Bax bizdə indi məktəblərdə vəziyyət necədir? Çox sorun, yəni maraqlı sualdır. Bundan qabaq mən istərdim ki, bayaq ki, valideynlərlə əməkdaşlıqla bağlı deyim ki, Əlbəttə, mütləq, anamla inklüziv buyurun. təhsil çərçivəsində valideyn məktəb əməkdaşlığı çox vacibdir. Çox. Əslində təhsildə onsuz da valideyn məktəb əməkdaşlığı vacibdir. Burada isə daha da bu məsələyə önəm veririk. Çünki məhz valideyn məktəb əməkdaşlığı düzgün qurulduğu halda biz hansısa bir nəticələr əldə edə bilərik inklüziv təhsil çərçivəsində. Əgər valideyn uşağın cəmiyyətə inteqrasiya olunmasında, cəmiyyətin üzvü olmasında və cəmiyyətin içində inkişaf eləməsinə maraqlı olmasa, birmənalı surətdə məktəb heç nə edə bilmir. Ona görə ilkin olaraq ki, psixoloji, tibbi, pedaqoji komissiyada uşaq qiymətləndirilir və uşağın vəziyyətinin məhz inklüziv mühitə, yəni o demək deyil ki, hansı uşaqlar inklüziv təhsilə gedə bilməz. Sadəcə mövcud vəziyyətdə, mövcud müəllimlərimizin kompetensiyası çərçivəsində, məktəbimizin imkanı çərçivəsində uşağı cəlb edə biliriksə, orada məhz valideynin marağı da nəzərə alınır ki, nə dərəcə valideyn uşağını inklüziv məktəbə cəlb etmək istəyir. Əgər valideyn buna maraqlı deyilsə, onda xüsusi məktəb və yaxud da ümumi təhsil məktəbinin xüsusi sinfi təklif olunur. Çünki inklüziv təhsildə hökmən valideyn bunu istəməlidir, kömək eləməlidir. Hətta mən deyim ki, ümumilikdə bu yalnız inklüziv təhsilə aid deyil, artıq 2024-cü ildən hər bir xüsusi təhsilə cəlb olunmuş uşaq üçün fərdi tədris planı hazırlanır. Yəni o uşaq ümumi təhsil proqramı onun üçün uyğunlaşdırılır. Və o prosesdə fərdi tədris planı o vaxt qüvvəyə minir ki, nə vaxt ki, ora valideyn də imza atsın. Yəni məktəbin heyəti ilə yanaşı uşaq üçün 6 aylıq müəyyənləşdirilmiş məqsədlər və görüləcək işlərin təlimlə bağlı məqsədlərlə görüləcək işlərlə bağlı valideynin razılığı onun imzası ilə təsdiqlənməlidir və valideyn o prosesdə qiymətləndirmə prosesində də və sonunda o 6 aylıq plan tutulma prosesində iştirak etməlidir. Çünki valideynsiz bu işi görənmərik. Biz orada uşaqla hansısa vaxtı məktəbdə cəlb ediriksə, işləyiriksə, ondan sonraki vaxtı valideyn aparır və valideynin konkret olaraq o planda öhdəlikləri var. Bir də valideynin axı yanaşması da bizim üçün çox önəmlidir. Düz demirəmmi? Adi lap belə götürək də, tutalım biz evə dayə xidmətinə götürürük də kimisə. O dayə görəndə ki, valideyn uşağına məsuliyyətinə yanaşır, o da avtomatik olaraq uşağa məsuliyyətinə yanaşır. Amma o görəndə ki, yox, valideyn dayənin üzərinə atır bütün işləri. O dayə bir gün canı yandıracaq, 2 gün canı yandıracaq. 3-cü gün o onun bioloji anası deyil axı. Düz demirəmmi? İnkişaf, baxın, uşağın inkişafı da ondan asılıdır. Çünki ana daha cəhd göstərirsə, mən uşağıma... Fikir verirsiniz, ancaq ananın üzərində fokuslanırıq. Əslində elədir, çünki ilk növbədə uşağa dəstək ana vasitəsilə ötürülür. Yəni, ana bunu özü dərk etməsə ki, mən bunu ötürüm başqa bir qurumlara, başqa bir müəllimlərə, inanın inkişaf getməyəcək. Heç bir nəticə olmayacaq, razıyam. Olmayacaq, bəlkə də qısa müddətli olar. Amma bunun daimi olmağı üçün mütləq ananın bu prosesə mütləq cəlb olunmasıdır, bütövlüklə cəlb olunmasıdır. Amma bir tərəfdən də indi biz bəlkə verilişdən qabaq bu mövzunu müzakirə etdik. Anaya dəstək lazımdır. Çünki ana da insandır, ana da yorula bilər və buna mütləq dəstək olmalıdır. Hansı bir formada, yəni bu mütləqdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbə qədər hazırlıqları və s. Məsəl üçün, inklüziv yanaşma, indi bax sizin mərkəzdir də Elnarə xanım. Bilirəm, çətindir, burada komanda yetişdirmək lazımdır, buradakı mütəxəssislərə də zaman lazımdır. Yəni, burada necə ki, müəllim məktəb üçün bir günə hazır olmur, elə də bu mərkəzdə işləyən mütəxəssislər də bir günə hazır ola bilməz. Amma bu biraz ali təhsildən fərqlidir. Niyə görə? Müxtəlif doğrudan da yaxşı kurslar keçməklə sertifikatlar əldə edib gəlib bu cür mərkəzlərdə çalışmaq olar yəni. Bu öz yerində, yəni daha tez zamanı uda bilərsən. Amma yəni ehtiyacı olan uşaqlar üçün məktəbə qədər hazırlıqları bilmək istəyirəm. Çünki biz misal üçün Qərbdə bəzən xəbərləri izləyəndə görürük ki, hətta Down sindromlu olan uşaqlar, hansısa bir autizmin də bilirsiniz də növləri çoxdur. Hansısa autizmlu uşaqlar, hansısa spektr əlaməti olan uşaqlar
Bir də baxırsınız ki, parlamentdə millət vəkili oldu. Bilirsiniz, ölkədə Down sindromlu bir qız da olmuşdu, parlamentdə otururdu. Yəni həkim olanı var, nə bilim, hansısa bir peşəyə sahib olurlar da bunlar. Yəni Hollywood aktyorlarının içində də əslində deyirlər ki, misal üçün çox populyar belə adlar var, məşhur adlar var ki, bütün dünya o aktyorları sevir, amma onların da hansısa sindromları, diaqnozları var. Yəni ki, bu uşaqlar kəşf etmək lazımdır, bunları çıxarmaq lazımdır və təbii ki, hər şey başlayır bu yanaşmalardan. Məktəbə qədər hazırlıqdan. Yəni valideyn bu uşağın əlindən tutub gedəcəyi yer təkcə Elnarə xanımın rəhbərlik etdiyi mərkəz olmamalıdır da. Düz demirəm. Əlbəttə. Əgər uşağı məktəbə qədər hazırlığa getmək istəyirsə, o da olmalıdır. Amma bu barədə doğrudan bizdə biraz problem var. Var. Məktəbə qədərlə bağlı hal-hazırda xüsusi təhsil ehtiyacı olan uşaqlar yalnız xüsusi bağçalarımızda və imtahanatlı məktəbə qədər təhsil müəssisələrinin xüsusi qruplarında təhsil alır. Növbəti mərhələdə Neçə bağça Anar müəllim? Hal-hazırda 2 bağça, xüsusi bağçadır və 9 imtahanatlı bağçada Bakı şəhərində azdır. Amma növbəti mərhələ üçün hələ biz bölgələrdən danışmırıq indi, düz demirəm. 500-ə yaxın saymışdıq, ümumilikdə 500-ə yaxın xüsusi təhsil ehtiyacı olan uşaqlar imtahanatlı bağçalarda təhsilə cəlb olunublar. Yəni onların xüsusi təhsil ehtiyacları tanınmadan, yəni sadəcə olaraq uşaq məktəbə qədər yaşlı uşaq olduğu üçün götürülüblər. Yəni növbəti mərhələ üçün məktəbə qədər təhsil üzrə inklüziv təhsil təşkili konsepsiyasının hazırlanması və qaydaların hazırlanması nəzərdə tutulubdur. Çərçivə sənəd olmayana qədər bu işin ölkə üzrə tətbiq eləməsi mümkün deyil. Ona görə ilkin olaraq bu baza, qanunverici bazası formalaşandan sonra onun artıq tətbiqi nəzərdə tutulubdur. Burada bir məsələ də var ki, bilirsiniz ki, ümumilikdə ölkədə məktəbə qədər yaşlı uşaqların, məktəbə qədər təhsil müəssisələrinin sayının az olmasından, xidmətlərin az olmasına görə bir çox məktəbə qədər yaşlı uşaqların əhatəliyində çətinliyimiz var. Eyni zamanda sağlam imkanların məhdud xüsusi təhsil ehtiyacı olan uşaqlarda eynən bu, amma növbəti mərhələ üçün nəzərdə tutulubdur. Heç olmasa bir statistika var, Anar müəllim. Bizdə statistika təhsilə cəlb olunmuş uşaqlarla bağlı ki, nə qədər uşaqlar xüsusi təhsilə cəlb olunublar. Əlbəttə bu bizdə elektronlaşıb sistem tam var. Bu 10 minə yaxın uşaqdır ki, xüsusi təhsilə cəlb olunubdur. Bununla yanaşı baxırıq ki, xüsusi təhsil ehtiyacı olan uşaqlarımız ümumi təhsil məktəblərində də onların xüsusi təhsil ehtiyacları müəyyənləşdirilmədən təhsil cəlb olunan uşaqlar var. Onlar gedirlər, bilirsiniz də, bu sağlamlıq haqqında arayış alırlar, sistem elektronlaşıbdır, qəbul elektron olduğuna görə və sağlamlıq haqqında arayışından qəbul olunurlar. Burada bu məsələ, buna kompleks baxmaq lazımdır. Bir tərəfdən valideynlər uşaqlarında olan xüsusi təhsil ehtiyacının müəyyənləşdirilməsini istəmirlər. Elə hallarımız da var ki, yəni deyir ki, burada biz valideyn də təkcə günahkar görmək olmaz da. Çünki həm tibb işçisi, həm mütəxəssis gözdə 2 ildən sonra bəlkə düzəldi. Biz işləyək uşaqla, bir ilə uşaqda və valideyni bu formada inandırırlar və valideyn də ona görə fikirləşir ki, qoy ümumi təhsil məktəbində olsun. Prosesdə baxaq, amma o uşağın ümumi təhsil məktəbinə, onun xüsusi təhsil ehtiyacları müəyyənləşdirmədən və ona məktəbdə xüsusi şərait yaradılmadan təhsilə cəlb olunması, o sadəcə orada iştirak edir. Və əslində əslində onun özü üçün də çətindir. 20-30 uşağın içərisində bir müəllimlə. Bəli, ikincili pozuntular yaranma ehtimalı böyükdür. Orada vəziyyət daha da ağırlaşır. Amma bir şey də mən icazənizlə əlavə edim. Biz həmişə, məsələn, autizmli olan uşaqların inklüziv biz təhsildən danışanda yaddan çıxarmamalıyıq ki, biz onların sosiallaşmaya çox bir önəm verməliyik. Əlbəttə ki. Çünki akademik tərəfdən daha vacib onların sosiallaşması lazımdır. Və onlar cəmiyyətdə normal, bəli, biz indi onları fərqli bir siniflər qursaq və fərqli bir yanaşma olsun, olmamalıdır əslində. Yoxdur, başqa doğrudan yoxdur. Başqa bir yol yoxdur, ancaq inklüziv, bəli, atipik uşaqlar. Biz bir məsələ, bunu bir mütəxəssis deyibdir ki, hazırlıqsız bir mühit xüsusi təhsil ehtiyacı olan uşaq üçün aqressiv bir mühitdir. Hökmən o mühit, yəni mühit hazırlığı nə deməkdir? Mühit hazırlığı demək ki, müəllimlər bu istiqamətdə təlim alsınlar. Mühit o deməkdir ki, uşaqlar və digər tipik inkişaf edən uşaqların valideynləri öncədən bununla bağlı məlumatlarla maarifləndirilsinlər. Mühit o demək ki, ora xüsusi təhsil üzrə mütəxəssis cəlb olunsun. Mühit o demək ki, o uşağa fərdi tədris planı tutulsun. Yəni bunlar hamısı olandan sonra o uşaqda orada inkişaf gedər və ikincili pozuntuların yaranması ehtimalını azaldar. Bu yanaşmanı dəyişmək üçün biz nə işlər görməliyik? Təklifləriniz nədir? Yəni bax nə söhbətlər gedir, nə müzakirələr gedir? Çünki doğrudan da hər şey buradan da başlayır.
Bu da çox önəmlidir. İlk növbədə Anar müəllimlə tamamilə razıyam. Biz maarifləndirməni keçirməliyik. Amma nə qədər də olsa, məsələn, indi mən şəxsən özüm bir ana kimi indi danışsam, nə qədər də biz desək, amma indi biz danışsaq ki, 10 ili müqayisə götürsək, 10 il bundan qabaq vəziyyət əlbəttə ki, daha çətin idi. Bəli, razıyam. Uşaqlar, valideynlər, ümumiyyətlə cəmiyyət hazır deyildi belə insanları qəbul etmək və bullyinglə biz rastlaşırdıq, daha aqressiv mühitlə rastlaşırdıq. Amma indi, yəni şükürlər olsun, daha bir adaptiv bir mühitdir. Və məsələn, valideynlər öncədən belə bir uşaqlarla harasa cəmiyyətə çıxanda birincisi ehtiyatlanırdılar, demirdilər. Amma indi, məsələn, mən özümdən götürsəm, indi da bu oğlum daha böyük bir yaşdadır, amma bundan kiçik bir yaşlarda gedib öncədən məlumat verirdim. Harasa bir cəmiyyətə gedəndə insanları hazırlaşdırırdım. Yəni, bax, belə bir hal ola bilər, bilin ki, xüsusi bir uşaqdır, yanaşma da fərqli olmalıdır və insanlar daha bir anlayışlı indi yanaşmayla yanaşırlar ki, razıyıq, bu maarifləndirmə olmalıdır. Birincisi, öz valideyni uşağından utanmamalıdır, deməlidir. Hansı problemlərlə rastlaşır və insanlara bu məlumatı ötürməlidir və bu kompleks yanaşmalar olmalıdır. Hər bir mərhələdə, məsələn, bağçada da olmalıdır, həm valideynlərlə xüsusi belə bir, necə deyim, bəlkə də müzakirələr aparır. Ayrıca bir vaxtlar, bir neçə saat bu barədə danışsalar, məsələn, mənim oğlum təkcə bir sinifi, yəni məktəbə gedib və onun müəllimi xahiş etmişdi ki, Elnur xanım, bəlkə siz gələsiniz sinifdə bir 15 dəqiqə bu mövzudan danışasınız. Çünki mən bir bullying halına rastlaşdım, əsəbi idim. Çünki mən ana kimi mənə çox toxunurdu, çox həssas yanaşırdım. Amma inanın, yəni özümü cilovlayıb, uşaqlarla mən anlayırdım ki, uşaqlarda günah yoxdur. Çünki bu barədə, bu mövzu barədə danışmırlar, məlumatsızdılar. Amma inanın, mən bir 15 dəqiqə sərf edib uşaqlarla bu mövzu barədə danışıb, inanın, heç kəs gülmədi və daha sakit, diqqətli yanaşdılar ki, daha çox anlayış, baxmayaraq ki, uşaqlar balaca idi sinifdə, yəni bir 10 yaşında maksimum uşaqlar idi. Amma çox diqqətlə yanaşdılar, çox qulaq asdılar. Həmçində müəllim özü dedi ki, mən bəzi şeyləri özüm də bilmirdim. Amma sağ olasınız ki, gəlib bu barədə danışdınız. Aslında yeni bir şeydir də bizim üçün də. Doğrudan da Anar müəllim, bax biz illər əvvəl sizinlə başqa bir televiziyada fəaliyyətin vaxtı görüşmüşdük, danışmışdıq. Onda çox biz belə mövzuları müzakirə etmirdik. Toxunmurduq, müzakirə etmirdik. İndi çoxalıb, fərqli-fərqli. Valideynlər özləri də hazır deyil buna. Çünki qohumlarda, qonşularda görmədikləri bir şeyi birdən-birə öz evlərində yaşayırlar. Elnur xanım dediyinə bir əlavə eləmək istəyirəm ki, əslində həqiqətən də o sinifdə uşaq, xüsusi təhsil ehtiyacı olan uşaq olduqda, inklüziv sinifdə tipik inkişaf edən uşaqlar başqa cür inkişaf edirlər. Nəinki həmin o seqreqativ və xüsusi təhsil ehtiyacı olmayan. Mən sizə onu nümunə olaraq göstərə bilərəm ki, inklüziv məktəblərimizdə elementar olaraq tipik inkişaf edən uşaqlar xüsusi təhsil ehtiyacı olan uşağa kömək edirlər. Onu əhatə edirlər, ona sumkasına kömək edirlər. Yəni bu özü əslində bu vaxtda deyilibdir ki, biz gələcəkdə inklüziv cəmiyyət istəyiriksə, hökmən inklüziv cəmiyyət birinci inklüziv məktəbdən başlayır. Yəni bugünkü gündə əgər məktəb sinifində xüsusi təhsil ehtiyacı olan uşaq yoxdursa, gələcəkdə o qərar verən olanda heç vaxt xüsusi təhsil ehtiyacı olan şəxsi fikirləşməyəcəkdir. Amma olanda o biləcək ki, özündən başqa, tipik inkişaf edən insanlardan başqa, xüsusi təhsil ehtiyacı da var. Yolu da ona uyğunlaşdırmaq lazımdır, ictimai nəqliyyat da ona uyğunlaşdırmaq lazımdır. İş yerlərində, yəni bu məsələ o vaxt olur ki, məhz o məktəbdə o uşaqlarla bir yerdə böyüyür və bu biz əslində heç vaxt çox olmur. Yəni heç vaxt ümumiyyətlə qəbul olunmuş bir doqmadır ki, həmişə 50 olan şəxslər cəmiyyətin 5%-dan çox deyil. Yəni ki, bu o deməkdir ki, heç vaxt əgər bizim məktəblərimizin, bağçalarımız inklüziv olsa, orada o 5%-dən artıq olmayacaqlar onlar. Amma 5% özü cəmiyyətin dəyişməsinə, cəmiyyətin saflaşmasına, rəhmdilliyin artmasına, insanların münasibəti və insan haqlarının daha da güclü, mükəmməl səviyyə çatması və hətta təhsilin özünün keyfiyyətinə. Çünki tədqiqatların çoxunda deyilir ki,
məhz inklüziv təhsil olduqda təlimin uşaqlara uyğunlaşdırma, onu biz pedaqoji kontekstdə təlimin diferensiallaşdırması deyirik də. Təlimin diferensiallaşması həyata keçə bilir. Şagird yönümlü təlim həyata keçirilə bilər. Çünki məcburdur ki, müəllim artıq o uşaqlara görə məcburdur ki, uşaqlara uyğunlaşdırsın təlimi. Məcburdur ki, interaktiv eləsin ki, onlar da qatıla bilsinlər. Yəni biz keyfiyyətli təhsil istəyiriksə, hökmən o inklüziv olmalıdır. Yəni inklüziv təhsil təhsilin növbəti müstəviyə keçirilir. Bir məsələni də mən demək istəyərdim ki, bayaq danışdığınız o vacib məsələdir ki, cəmiyyət özü-özlüyündə, ümumilikdə cəmiyyət nə dərəcədə dəyişə bilər? Cəmiyyət dəyişir. Elnur xanım dediyi kimi 10 il bundan qabaqki cəmiyyət indi dəyişir, getdikcə müsbət tərəfə və bu misal olaraq mən həmişə o misalı çəkirəm Kambodcadakı. Kambodcada bizdə bu budistlərdə reinkarnasiya inanırlar ki, və orada var belə anlayış var ki, öz öncəki həyatında pisliklər edibsə insan, yəni müxtəlif formadan yanaşı o növbəti həyatında əlilliyi olan şəxs olur. Yəni bu dərəcədə onlarda inanc olub və ona görə də uzun, yəni min illərdən əlilliyi olan şəxslərə münasibət çox pis olubdur. Amma Kambodcada inklüziv təhsil kontekstində elə bir dəyişikliyə gətirib çıxardıblar ki, artıq o inanc dəyişibdir. Yəni bizdə o dərəcədə ağır bir belə deyək də stigma yoxdur. Bizdə olan stigma daha çox yenə dinə irəli gəlsə, bizdə rəhmdillik özü hardasa haqların pozulmasıdır. Amma bu, yəni demək istəyirəm ki, həmənki o reinkarnasiya ilə müqayisədə çox bir yüngül. O demək ki, bizdə bu dəyişir, dəyişəcək və nə qədər uşaqlar cəmiyyətdə olacaqlar, nə qədər əlilliyi olan şəxslər cəmiyyətdə, iş yerlərində olacaqdır, hökmən ki, o stigma aradan qalxacaqdır. Gördükcə, ünsiyyətdə olduqca o stigma aradan qalxacaqdır və daha inklüziv bir mühitdə yaşayacağıq. Biz başqa cəmiyyətlərdə gördüyümüz bir şeyləri, müsbət şeyləri təbii ki, bizim öz cəmiyyətimizdə də görməliyik. Biz misal üçün gedirik, istirahət edirik başqa ölkələrdə, elə çalışırıq ora uyğun davranaq, düzdürmü? Heç götürüb özümüzlə buradakı nə ərk önlüyümüzü, nə bilim, ya maşını küçədə qeyri-qanuni idarə etməyi falan orada tətbiq etmirik, düzdür? Və yaxud da bizim xaricdə yaşayan Azərbaycanlılarımız, həmvətənlərimiz var da, bax onlar da ora uyğunlaşırlar. Hətta bura gələndə də artıq özlərini oradakı nizam, intizama uyğun daha çox aparırlar da. Yəni doğrudan da cəmiyyətlər var ki, orada doğrudan da yüksək mənəvi proseslər baş verir və biz də bundan faydalanmalıyıq. Bəzi millətlər var ki, bizdən faydalanmalıdırlar nələrsə, milli dəyərlərlə, nə bilim, adət-ənənələrlə, ailə institutu və s. Amma doğrudan da bu cür məsələdə biz doğrudan da bəzi cəmiyyətlərdən örnəklər götürməliyik. Elnur xanım, yeri gəlmişkən mərkəzin ölkədən kənarda əldə etdiyi uğurlardan da biraz danışaq da. İndi mən istəyərdim əlavə də edim. Bizim mərkəz bəlkə də yəni sosial layihə kimi onu dəyərləndirsə ən yaxşı bir nümunədir. İnklüzivliyin dəyərlərini biz necə təşviq edirik? Elə bizim mərkəzdə bu dəyərləri, yəni azından kimsə gəlsə bunu görəcək. Çünki hazırda neçə uşaq var Elnur xanım? İndi hazırda bu 4 il ərzində biz 800 benefisiar təlimlərə cəlb etmişik. İndi hazırda 200 nəfərdir və həmçinin də bizim regionlarda 2 dənə filialımız var. Bu Qarabağ regionunda bir filialımız var və İsmayıllıda. İsmayıllı Dostevi belə bir filialımız var ayrıca. İndi hazırda ümumilikdə 200 nəfərdir. Bizim siz ümumi dediniz də. Məsələn, İsmayıllıda nə qədərdir dəqiq olaraq? İsmayıllıda indi hazırda yeni biz qiymətləndirmə komissiyanını keçirmişik. Bir artıq 40-a yaxınlar. Müraciət edənlər də çoxdur. Əlbəttə ki, baxın, biz maarifləndirməni deyəndə bu çox vacib bir məqamdır. Çünki regionlarda bilirsiniz ki, daha zəifdir bu. Və biz çalışırıq, yəni inklüziv cəmiyyətin təşviqini biz ümumiyyətlə danışırıqsa bu barədə, biz artıq bütün ölkədə bunu təşviq etməliyik. Düzdür. Və biz indi hazırda bizim kimi bu filialları, şöbələri biz artıq gələcəkdə daha genişləndirəcəyik. Çox ehtiyac da var. Və biz baxırıq, yəni artıq bu komissiyaların keçirilməsindən bu daha aktiv bir formada müraciətlər olub. Çünki insanlar artıq o stereotiplardan artıq qırılırlar. Ki, bəs mən də uşağıma azından bilirsiniz necə bizim mərkəz həmçinin bir ümid yeri də baxılır və böyük bir ailə kimi dəyərləndirilir. Çünki insanlar gələndə müxtəlif həssas kateqoriyadan baxmayaraq müxtəlif diaqnozlar da olur. Və bunlar bir-birlərindən ünsiyyətdə olurlar, bir-birlərinə dəstək olurlar və komanda şəklində artıq orada nəsə bir iş görürlər, gözəl əl işləri ərsəyə gəlir və bu mühit çox vacibdir. Bəlkə də ən gözəl nümunə kimi də biz onu dəyərləndirə bilərik.
Və biz qayıtsaq, bizim beynəlxalq uğurlarımız artıq var bizim mərkəzimizin. Bu yaxınlarda bizim uşaqlar Yaponiyadan, yəni Osaka şəhərindən Expo 2025 bir böyük bir tədbirdən qayıdıblar və inanın, yəni biz həm bizim milli dəyərlərimiz barədə, yəni göstərdik gözəl nümunə. Obyektivdə var idi bu məlumatlar. Biz yəni artıq görürsüz, biz bir çərçivədən artıq çıxırıq. Və bəlkə də özümüzə bunu inandırırıq ki, biz bunu bacarırıq, edə bilərik və gözəl bir, hətta inanın bizə xarici qonaqlar da gəlirlər və bizim mərkəzi gözəl bir nümunə kimi artıq götürürlər və baxın, bir nə gözəldir ki, biz artıq Azərbaycan gözəl bir təcrübə ilə bölüşə bilər ki, inklüziv cəmiyyət necə olmalıdır, dəyərlər necə qiymətləndirilməlidir. Çünki artıq biz yaxşı nümunə kimi öz təcrübəmizlə bölüşməyə hazırıq. Həmçinin də bizim təlimçilər necə hazırlanır. Məsələn, biz bu yaxınlarda Özbəkistanla bir memorandum imzaladıq. Onlarda da artıq inklüziv hub kimi bizim mərkəzə oxşar belə bir qurum açılıb və biz onlara artıq öz təcrübəmizi ötürürük. Və məsələn, Vyetnamdan da artıq bu yaxınlarda bir yüksək səviyyəli bir qonağımız var idi. Və gedəndə dedi ki, mən mütləq sizin kimi mərkəzlərdə Vyetnamda da açmalıyam. Çünki çox dəyər verirsiniz və çox vacibdir belə bir mərkəzlərin açılması. Məncə bu uğurludur. Uğurludur həm ölkəmiz üçün də, həmçinin bizim mərkəzimiz üçün ki, biz artıq nəyisə nail olmuşuq. Bilirsiniz, bir məsələ də var. Bu da çox vacib bir məsələdir də. Biz alışmışıq belə, elə bil ki, uşaq təfəkküründə davranırıq da bir çoxumuz. Necə uşaq böyüyür, özü də ailə qurur, övlad sahibi də olur. Amma həmişə atasından, anasından, valideynlərindən nə isə umur. Doğrudan var da belə övladlar. Bu əslində valla səslənəndə də, davranış olaraq da gözəl bir şeydir. Valideynin missiyası nədir? Sən övlad dünyaya gətirmisən, ona dəstək olmalısan, istiqamət verməlisən də. Məsəl üçün, mən heç vaxt qəbul etməmişəm o valideynləri ki, mütləq bir övlad olsun, heç olmasa mən qocalanda mənə bir stəkan su versin. Yəni, doğrudan mən bu fikri bəyənmirəm. O övlad, düzdür, vaxtı olanda gəlib su da verməlidir valideynə, problem deyil. Amma övladı yalnız bu təfəkkür üçün böyütmək. Mən misal üçün həmişə deyirəm ki, misal üçün gələcəklə bağlı təsəvvür edəndə mən misal üçün deyirəm ki, mən evdə olacağam, səhər qəhvə hazırlayacağam özümə, içəndə oğlum oradan zəng vuracaq ki, mama, misal üçün filan yerdə təhsili ilə bağlı məndən danışacaq, qızım hansısa uğuru ilə bağlı məndən danışacaq. Yəni, görürsünüzmü, arzular filan dəyişir də, amma biz daha çox övlada belə yanaşdıqca, heç biz doğrudan fərqli olmayan övladdan da nəyisə qazana bilmirik də. İndi sözümü nəyə gətirirəm? Bax, necə ki, o uşaq təfəkkürü, valideyndən həmişə nəsə ummaq, burada da valideyn də uşağı belə böyüdən, yəni. Biz də bir çox şeyləri ancaq elə dövlətdən gözləyirik. Baxın, Bakı şəhərində nə qədər özəl məktəblər fəaliyyət göstərir. Bu azmış kimi ki, bu özəl məktəblərin bizim regionlarda filialları yoxdur. Bu da özəl məktəblərin üzərinə düşür, bunun məsuliyyəti. Çünki sizə onsuz da şərait yaradılıbdır, düzdür. Siz təhsillə bağlı bir iş görürsünüz. Burada həm də biznesdən gedir söhbət. Sizə heç kim heç nə demir ki, düzdür, bunun icazəsi verilir, filan. Siz bu işi görürsünüz. Yəni, hər bir şeyin qiyməti var da, düz demirəmmi, Anar müəllim? Biz gəlirik özəl məktəbə uşağımızı qoymağa. Sizin orada artıq olmalıdır da. Yəni, dövlətin yükü ağırdır da, başa düşürsünüzmü? Sizdə amma özəl sektordur da. Siz də valideynə təklif edin. Deyin ki, baxın, bizdə fərqli yanaşmadığımız uşaqların aylıq, illik ödənişi Azərbaycan, İngilis dili üçün bu qədər ödənişdir, amma inklüziv dərslərimiz bu ödənişlə həyata keçirilir. Bu da artıq valideynin seçimidir də, uşağı ora qoyacaq, qoymayacaq. Bilirsiniz, hər şeyi biz dövlət məktəbi, dövlət bunu etməlidir və doğrudan da bugün dövlət məktəblərində bu mövzuda üzərinə yük düşür. Niyə görə? Özəl məktəblər bu mövzuda canlarını qurtarıblar. İnklüziv təhsil yoxdur özəl məktəblərdə. Yoxdur. Hə, İngilis dilində AB sistemi var. O deyirlər ki, biraz inklüziv yana, bu başqa bir şeydir. Bu başqa bir şeydir. Yəni, xanım, bir də əlavə eləmək istəyirəm ki, ümumiyyətlə ölkə qanunvericiliyinə əsasən bu icra da olunur. Sağlam, xüsusi təhsil ehtiyacı olan uşaqlar tam dövlət təminatındadır.
olsun Bəli. bu yataqxanalı olan internat tipli məktəbdə, olsun ümumi təhsil Bəli. məktəbində və yaxud da inklüziv təhsildə Bəli, bəli. tam dövlət təminatında olaraq təhsil Hətta alırlar. Buzovnada da səhv etmirəmsə var, hə? Xüsusi məktəblərdə, Xüsusi reabilitasiya mərkəzi var. Çünki onun da rəhbəri xanım, o da bizim qonağımız olmuşdu. İnteqrasiyalı təlim təhsil Bəli, müəssisəsi. bəli. Orada həm tipik inkişaf edən uşaqlar oxuyur, həm də xüsusi siniflər var. Ümumiyyətlə ölkədə xüsusi müəssisələr, hansı ki, seqreqativ təhsil həyata keçirilirdi, onların bir çoxunu artıq inteqrasiyalı təhsilə keçiririk ki, artıq orada həm tipik inkişaf edən uşaqlar olsun, həm xüsusi təhsilə ehtiyacı olan uşaqlar. Mən razıyam ki, bu tam inkluziya deyil, inklüziv təhsil deyil. Sadəcə olaraq müəssisələrin özünün də təhsil müəssisəsi kimi qalması üçün və addım-addım onların seqreqativ təhsildən inklüzivə keçməsi üçün bu mərhələdir. Birdən-birə bunu eləmək mümkün deyil, çünki uşaqlar var, xüsusi təhsil ehtiyacı olan uşaqlar təhsil alırlar və birdən-birə onların hamısının dəyişilməsi yox, ardıcıl olaraq davamlı dəyişikliklər aparılır və sonunda ölkədə bütün məktəblərin və bütün məktəbə qədər təhsil müəssisələrinin inklüziv təhsil həyata keçirilməsinin təmin edilməsini Hələ biz davranış pozuntusu olan uşaqlara toxunmadıq. Bu da doğrudan da burada demək olar ki, 99% yük valideynin üzərinə düşür. Bilirsiniz, mən misal üçün oğlumu bu məktəb üçün bağlı da randevular götürmüşdüm görüşə gedəndə. Misal üçün mənə orada bizi ilə o intervyunu da, müsahibəni aparan müəllimlər deyirdi ki, Nari xanım, yenə siz yaxşıdır ki, uşağınızın üzərinə vaxtında düşmüsünüz də, yəni ona mütəxəssislərlə məşğul olub və s. Deyir ki, İnanırsınız, bağçaya belə göndərməyiblər uşağı. Heç bir psixoloq, loqoped, heç bir sensor terapiya, heç nə etmədən uşağın 6 yaşı, 5 yaşı olan kimi əlindən tutub gətirirlər məktəbə qoymağa, istəyir özəl məktəb olsun, istəyir dövlət məktəbi. Uşaqla deyir, intervyu aparmaq istəyirik, uşaq bizim oturduğumuz kreslonun başında gəzir. Valideyn deyir, bu elədir, eybi yoxdur, məktəbə gedəndən sonra düzələcək. Düzgün deyil axı, düz demirəm. Bunun da yükünü məktəbin, mütəxəssislərin üzünə atmaq olmaz da. Bir də övlad sahibi olmaq istəyirsinizsə, bu missiyadır bu. Valla bu özü böyük bir missiyadır da. Siz bu missiyanın öhdəsindən gələ bilməyəcəksinizsə, çoxmu vacibdir övlad sahibi olmaq? Nə vaxt özünüzü hazır hiss edərsiniz, şəraitinizi hazır hiss edərsiniz, onda da övlad sahibi olarsınız da. Vaxtımız yekunlaşır. Təşəkkür edirəm söhbətə qoşulduğunuz üçün və təbii ki, yaxın zamanlarda biz bir də bu mövzuya qayıdacağıq. Çünki doğrudan mərkəzlər, o qoyulan diaqnozlar, səhv diaqnozlar, aparılan terapiyalar, bunlar da çox önəmli mövzulardır. Bundan bağlı da sizlə mütləq görüşərik. Çox sağ olun gəldiyiniz üçün, təşəkkür edirəm. Biz sizinlə birazdan görüşürük. Sabahə Nailə ilə davam edəcək. Növbəti hissədə biz buraxılışımızda övladlığa uşaq götürməklə bağlı danışacağıq. Çünki şərtlərdə, qaydalarda dəyişilmələr var və düşünürəm ki, bu övlad sahibi olmaq istəyənlər üçün doğrudan da xoş xəbər olacaq. Birazdan görüşürük. Sabahınız bir daha xeyir olsun. Sabahə Elnarə ilə davam edir, canlı yayımız davam edir və biz birinci hissədə inklüziv təhsildən, inklüziv yanaşmadan danışdıq, fərqli uşaqlardan danışdıq, onların həssas yanaşmasından, valideynlərinin həssaslığından danışdıq. Bəlkə də kimsə bizi izləməyib, amma orada doğrudan da sizin üçün vacib məlumatlar var ki, onları Real TV-nin bütün internet platformalarından baxıb izləyə bilərsiniz, sosial platformalardan. İndi isə övladlığa uşaq verilmədən danışacağıq. Çünki bu profildə də yeni qaydalar var, yeniliklər var, yumuşalmalar var digər illərlə müqayisədə və suallarımızı da ki, təbii ki, qonaqlarımızdan eşidəcəyik. Sosial Xidmətlər Agentliyinin Departament Müdürü Cavid Şahmaliyev bizimlə bərabərdir. Salam, sabahınız xeyir olsun. Və ailələr üçün çox incə, təbii ki, önəmli bir məsələdir. Övlad sahiblənmək, övlad sahibi olmaq. Təbii ki, bunun da böyük bir məsuliyyəti var və sosioloq Lalə xanım Mehralı dəfələrlə bununla bağlı Facebook üzərindən, sosial platformalardan çıxışları olur. Xüsusilə qeyd edim ki, Lalə xanımın bütün çıxışlarını demək olar ki, mən izləyirəm. Valla belə deyim də, yəni fanatınızam sizin. Doğrudan da çox belə ədalətli, çox dürüst, çox dəqiqcəsinə mövzulara münasibət bildirir. Ona görə də istədim ki, bax bu həssas mövzuda Lalə xanım da fikirlərini bildirsin. Cavid müəllim, gəlin başlayaq elə sizdən. Yəni Azərbaycanda hər il valideyn himayəsindən məhrum olan uşaqlarla, yəni paralel olaraq övladlığa uşaq götürməyə də, yəni bu məsələ də bizdə çox aktualdır da. Mənim yadımdadır ki, misal üçün illər əvvəl bizim ən yaxın rəfiqəmiz, elə o da media işçisi idi, övlad sahibi olmaq istəyirdi, amma orada doğrudan da şərtlər bizə çətin gəlirdi. Baxın, çətin deyəndə demirəm ki, bizim qabağımıza çətin bir şərtlər qoydular.
bizim üçün çətin olan şərtlər var idi. Amma götürmədi. O qız övladlığa uşaq götürə bilmədi. İndi bilirəm ki, yeni qaydalar var. Çünki bu da birbaşa nəzarətdə olmalıdır. Təbii ki, hər adama uşaq vermək mümkünsüz bir şeydir. Hələ bunu dövlətdən istəmək, yəni dövlətin qurumlarından istəmək böyük bir məsuliyyətdir də. Sabah dövlət də bu uşağa verdiyi ailədən sonra da cavabdehlik daşıyır da. Mən istəyərdim ki, bax bununla bağlı danışaq. Yəni ailələr var da xoşbəxtliyə qovuşa bilmirlər. Allah Taala'nın hər birimiz üçün yazdığı bir qədər var, qismət var. Bundan qaçılmazdır. Baxırsan ki, ailələrdir. Həkimlərlə dəhlizlərdə qalırlar, illəri keçir, ömürləri keçir, amma axırda məcbur olurlar ki, bəlkə bir övlad sahibi olsunlar. İstəyirəm bax bu barədə danışaq. Təbii ki, bir çox sualların cavabı sizdədir də. Buyurun. Bəli, mən təşəkkür edirəm. İzləyicilərimizi də salamlayıram. Çox aktual mövzudur, həm də siz qeyd elədiyiniz kimi həssas mövzudur. Niyə? Çünki bir tərəfdə valideyn himayəsindən və yaxud valideynə ehtiyacı olan uşaqlardır, digər tərəfdə isə uşağa olan ehtiyacı olan şəxslərdir. Hər iki tərəf həssasdır. Hər iki tərəf bu prosesə gələndə kifayət qədər kövrəkliklə gəlirlər. Bilirsiniz ki, 2019-cu ilin 1 noyabrından etibarən övladlığa götürmə sahəsində islahatlar həyata keçirilmiş və nəticə etibarilə bu günləri bu sahədə bir qurum, yəni bir cavabdeh orqan var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehdir. Əvvəllər digər nazirliklər və o cümlədən də rayon icra hakimiyyətləri, hər rayon icra hakimiyyəti bu prosesi həyata keçirirdi. Və 2019-cu ildən etibarən bu istiqamətdə vahid qaydalar müəyyənləşdirildi, bütün prosesi özündə əhatə edən. Əgər hər hansı bir vətəndaş övladlığa götürmə prosesi ilə maraqlanmaq istəyirsə, qaydalarda hər biri ayrıca yazılıb. Digər tərəfdən proses özü elektronlaşdırıldı, alt sistem formalaşdı, vahid yanaşma mövcuddur artıq və valideynlər müraciətlərini elektron şəxsi kabinetlərində eləyə bilirlər. Bu işin bu tərəfidir, hansı ki, yəni bu prosesi sürətləndirir, asanlaşdırır. Yəni evlərindən çıxmadan belə, siz yadınızda da xatırlayırsınız, bu övladlığa götürmə ilə bağlı Səlahiyyətlər Nazirliyə keçdikdən qısa müddət sonra pandemiya oldu və evdən çıxmamaq dövrü var idi bir müddət. Bəli. Amma bizim ailələr evdən çıxmaya öz şəxsi laptoplarından istifadə edib övladlığa götürmə ilə bağlı müraciətlərini eləyə bilirdilər. Yəni bunun üstünlükləri hədsiz çoxdur. Və bir də ən əsas məsələ, övladlığa götürmə sahəsində uşaq mərkəzli qanunvericilik formalaşdırıldı. Bu nə deməkdir? Yəni hər mərhələdə, hər bir prosesin hər yerində uşağın fikri, istəkləri, arzuları nəzərə alınmalıdır, qiymətləndirilməlidir, dəyərləndirilməlidir. Hə, təbii ki, bundan irəli gələrək burada artıq yeni mərhələlər müəyyənləşdi. Məsələn, treyninqlər, valideyn namizədlərə biz bir ay müddətində treyninqlər keçirik və o treyninqlər ilk vaxtlarda onlara çox qəribə gəlirdi, amma sonradan, yəni treyninqlərdən sonra uşaqla müəssisədə görüşlərə başlayanda, o da bir 2 ay müddətində davam edilir. Onlar dedilər ki, nə yaxşı ki, o treyninqlərdə bizə lazımi bilik və bacarıqları veribsiniz ki, indi həyat çətinlikləri olan, bilirsiniz, övladlığa verilən uşaqlar kimlərdir? Ya valideynləri rəhmətə gedib və bir acı yaşayıblar, ya valideynləri hüquqdan məhrum olublar, ya da valideynləri gəlib notarial razılıq verib ki, mən bu uşağı istəmirəm, verin övladlığa. Bilirsiniz, belə uşaqların, Lalə xanım dediyi kimi, həssaslığı kifayət qədərdir və bu uşaqlarla ünsiyyətin özündə də bir adaptasiya prosesi olmalıdır və yeni qanunvericilikdəki yeni mərhələlər bunları tələb eləyir ki, uşaq hər bir, hətta məsələn 1 yaşında, 6 aylıq körpə belə, ailənin qucağına öyrəşməyənə qədər, ailənin qucağında rahat yuxuya getməyənə qədər, ondan rahat yeməyini qəbul eləməyənə qədər o adaptasiya olmuş sayılmır və növbəti mərhələyə keçmir. Bunlar olduqca önəmlidir və biz bu prosesi artıq 6 ilə yaxındır ki, bu formada davam edirik və valideyn namizədlərimiz də bu proseslərdən keçirlər. Təbii ki, olacaq. Bəzi valideynlər bu prosesləri, bəzilərini bəyənməyənlər təbii ki, deyə bilər ki, mən istəmirəm. Təbii ki, istəməyən, məsələn, təlim mərhələsini istəməyənin, məsələn, sertifikatı olarsa əgər... Əlbəttə, təlim mərhələsinin nəticələrinə uyğun olaraq yəni imtahanı verə bilməyən valideyn namizədlər də olur. Yəni, ümumən nəyi demək istəyirəm? Uşaq mərkəzlilik bu dəqiqə, qanunvericilik uşaq mərkəzli olub. İndi növbə kimindir? İctimaiyyət də uşaq mərkəzli düşünməlidir. Uşaq mərkəzli düşünmək yəni ki, biz əvvəlindən axırına qədər uşağı mərkəzə qoymalıyıq. Düşüncəmizdə uşağın mənafiyi olmalıdır. Məsələn, biz övladlığa müraciət edən ailələri motivlərə bölmüşük. Bəzilərində normativ motivdir, bəzilərində böhran motivdir.
Bəzilərində və azında isə mənəvi motivdir. Mənəvi motiv bilirsiniz nədir? Yəni siz gəlirsiniz prosesə, uşaqda yaş axtarmırsınız, cins axtarmırsınız, göz rəngi axtarmırsınız. Deyirsiniz ki, bir valideyn himayəsindən məhrum olan uşağı olsun. Mən ona həyat verim. Vermək istəyirəm, sevgi vermək istəyirəm. Eynən. Yəni mən o uşağa evimi bölüşmək istəyirəm, qayğımı bölüşmək istəyirəm. Belə valideyn namizədlərin motivi mənəvidir. Onlar üçün uşağın gözünün rənginin fərqi yoxdur. Onlar üçün uşağın sağlamlığında o detallar o qədər də önəm daşımır ki, əslində bizim də bütün niyyətimiz bu 5-6 il ərzində bunu təbliğ eləmişik ki, gəlin bu prosesi uşaq mərkəzli eləyək. Lalə xanım, sizin biraz əvvəl də qeyd etdim də, toxunduğunuz mövzular doğrudan da bizim cəmiyyətimiz üçün çox ciddi və eyni zamanda nəticəsini görsək çox faydalı mövzulardır. Demək olar ki, biz eyni cəbhədəyik də. Çox az adam var, çox az aparıcı var, çox az sosioloq var. Doğrudan da çox az insanlar var ki, bizim cəmiyyətimizə faydalı olan mövzuları işləyirlər heç bir təmənnə güdmədən. Yəni bu doğrudan da bir aparıcı olaraq və Samirə xanımdır redaktorumuz, kanal rəhbərliyidir. Biz öz istəyimizlə bu mövzulara toxunuruq da, düzdür. Yəni profilimizi seçmişik də, biz cəmiyyətin nə qədər yanında olmaq istəyirik, nə qədər maarifləndirmənin içərisində olmaq istəyirik. Özgə uşağından övlad olmaz fikri hələ də beyinlərdə hansı səviyyədədir bax indi bu fikir? Zənn Çox edirəm şey ki, dəyişir. əvvəlki kimi deyil. Məncə də. Artıq özgə uşağı deyə bir anlayış yoxdur cəmiyyətimizdə. Hə. Çox yaxşı vəziyyətdir ki, gənclərimiz həddindən artıq meyillidir övladlığa uşaq götürməklə bağlı. Özü dünyaya uşaq gətirmək istəməyən gənclərimiz də var. Özü öz övladını dünyaya gətirib ikinci övladı dövlət müəssisələrindən övladlığa götürmək istəyən gənclərimiz də var. Və yaxud da ki, sağlamlıq problemləri əl verməyən, dünyaya uşaq gətirə bilmə potensialı olmayan xanımlarımız da var ki, həyat yoldaşından ortaq qərar verə bilir bu məsələdə. Amma çox təəssüf ki, əvvəllər indi bizi izləyən, bizdən böyük yaşlı nəslin nümayəndələri dediklərimi təsdiqləyəcəklər. Çox təəssüf ki, onlara çox ciddi stigma göstərirdilər əvvəllər. Cəmiyyət tərəfindən qəbul edilmirdi. Özgə uşağı deyilirdi, çox kobud ifadələrlə o uşaqlar ifadə olunurdu, yəni təqdim olunurdu cəmiyyətdə. Bu misal da öz-özünə yaranmıyor baxın. Bu əslində 100 illər boyu aşılanan tərbiyə metodu olub bizim ailələrimizdə. Əgər öz fikirlərinə qalmış olsaydı tərəflərin 10 il, tutaq ki 5 il, 10 il, 15 il dünyaya uşaq gətirmə uğrunda mübarizə aparan, maddi, mənəvi bu yolda çox şey itirən ailələr var ki, sonunda istəyir övladlığa götürmək, amma ailə böyükləri tərəfindən ciddi stigmaya məruz qalır, cəmiyyət tərəfindən ciddi stigma görür. Bu bilirsiniz necədir? Öz qanın olsun, öz genin olsun, öz canından olsun kimi o dirənmələr nəticəsində yaranan vəziyyətdir. Biz yaxşı bilirik ki, öz qanından, öz canından olan insanların övladları belə böyüyəndən sonra, müəyyən yaşa çatandan sonra öz ailəsində qətildə törədə bilir, zərərli vərdişlərə qurşana bilir. Biz heç birimiz sığortalamamışıq. Nə özümüzü, nə övladımızı. Mən bugün iddia eləyə bilmərəm ki, mənim övladım gələcəkdən nümunəvi bir vətəndaş olacaq. Bəlkə də ondan asılı olmayan səbəblərdən, məndən asılı olmayan səbəblərdən, çevrədən və yaxud da ki, mühitdən asılı olan səbəblərdən elə bir yanlış yönləndirməyə istiqamətlənəcək ki, mən utanacam gələcəkdə övladımdan. Və necə ki, biz bunun nümunələrini görürük. Mən çox şahid olmuşam, indi sosial vəziyyətlərlə bağlı çox işlədiyimizə görə mən çox şahid olmuşam ki, analar ya özünə, ya övladına ölüm arzulayan vəziyyətlərə gəlib çıxa bilirlər. Zərəri vərdişə qurşanıb, kiminsə ailəsində qətil törədib, can alıb, ümumiyyətlə xeyirli övlad dediyimiz formada tərbiyə olmayıb o uşaq. Bayaq dediyim kimi tərbiyədən də çox şey asılı olmayan vəziyyətlər olur, çünki mühit məcbur eləyir buna. Ona görə də çox təəssüf ki, indi mən bilirəm ki, bizə baxan tamaşaçılar içində bunu etiraf eləyənlər də var, eləməyənlər də var ki, dünyaya uşaq gətirib ailə üzvlərindən kiməsə verən qadınlarımız da var bizim. Çox saylı belə qadınlar var ki, hətta ilk övladı belə əlindən alınan qadınlarımız var bizim. Artıq onlar yetkinlik yaşını çoxdan ötüblər.
yəni müəyyən yaşa qədər bizdən böyük olan insanlar arasında bu daha çox var idi. Çünki dediyim kimi dövrümüzdə artıq insanlar maarifləndiyi üçün, hüquqi öhdəliklərini bildikləri üçün, haqlarını bildikləri üçün kimsə doğub başqasına övlad vermir. Ailə içində söhbət gedir. Daha çox ailənin gəlinləri məcbur edilirdi ki, dünyaya uşaq gətir, ya qaynına, ya baldızına ver. Dünyaya uşaq gətirə bilməyən, potensialı olmayan yaxın ər tərəfdən xüsusilə bu vəziyyətlər müşahidə olunurdu. Çünki qadınlar etiraz eləyə bilmirdi və bu çox vaxt, çox təəssüf ki, qaynana, qaynata və ərin təhriki ilə olurdu. Dillənə bilmirdi, haqqını müdafiə eləyə bilmirdi, etiraz eləyə bilmirdi. Bugün bizim kifayət qədər çox qadınımız var ki, analarımız var ki, övladı ailədə gözünün önündə böyüyür. Və o bir ömür o vicdan əzabından yaşayır ki, mən övladımı doğdum və başqasına verdim, başqasının tərbiyəsini gördü. Zamanla o uşaqlar öyrənirlər də, bilirlər də başqasının övladı olduğunu, öz doğma anasına tutaq ki, bibi dediyini, xala dediyini. Çox əslində onları o vəziyyətdə o qədər məcbur buraxırdılar ki, əvvəlki dövrlərdə etiraz eləyə bilmirdi o qadınlar. Ya boşanmalıydı, ya verməli idi övladını. Dediyim kimi ilk övladını verən qadınlarımız da çoxdur. Və yaxud da ki, sən onsuz da doğmağı bacarırsan, onsuz da sənin potensialın var dünyaya uşaq gətirməyə. Sanki evindəki hər hansı bir əşyanı götürüb başqası. İnsan illərlə öyrəşdiyi bir əşyasını belə kiməsə verəndə gözü bir müddət axtarır o əşyanı evində. O ki, qaldı sən öz bətnindən bir parça verəsən. Burada bir məsələni mən əlavə eləmək istəyirəm. Biz təlimlərimizin əvvəlində valideyn namizədlərimizə belə bir ifadə səsləndiririk ki... Ümumiyyətlə, iştirak edirmi böyüklər? Bax, Lalə xanımın dediyi kimi bu məsələdə. Bəli. Və burada birinci sözümüz bu olur ki, uşaqlar analarının bətnində yox, qəlbində böyüyürlər. Sual verirlər, niyə, nə deməkdir o? Biz deyirik ki, əgər siz övladlığa götürdüyünüz uşağa sevgini versə, sevgi dərmandır, sevgi bağlılıq yaradır. Bioloji ana hələ o demək deyil. Yəni, təbii ki, biz istəyərdik, bizim nazirliyin ümumiyyətlə arzusu budur ki, hər bir uşaq öz doğma ailəsi ilə böyüşsün, hər bir uşağın öz doğma mühitində olsun, amma bu hər zaman belə olmur. Ona görə də biz ailələrə izah edirik ki, qorxmayın, onlardan gizlətməyin. Çünki bilirsiniz ki, ailələr adətən övladlığa götürdükdən sonra uşaqdan bunu gizlətməyə çalışırlar. Bu da uşağa, Lalə xanım dediyi kimi, sonradan öyrənəndə ciddi travmalara səbəb olur. O barədə danışaram, amma bu hissəsini deyim ki, ailələr bizim konsultasiya və təlimatımıza uyğun uşaqlarla bunu bölüşəndə, sevgini də paralelində göstərəndə, uşağın ailə ilə münasibəti, doğmalığı o səviyyədə olur ki, bəlkə öz bioloji valideynlə o səviyyədə olmur. Və ümumilikdə Elnarə xanım, tədqiqatlar nəyə göstərir? Bilirsiniz ki, övladlığa götürmə sahədə həssasdır deyə bir dənə neqativ hal olanda mindən biri o mətbuata və yaxud da ictimaiyyətə çıxanda hər kəs elə düşünür ki, sanki övladlığa götürülmüş bütün uşaqların həyat hekayəsi belədir. Amma belə deyil. Tədqiqatlar göstərir ki, bütün dünyada keçirilən 99% övladlığa götürülmə halları bütün dünyada uğurludur. O uşaqlar üçün çox gözəl ailələr müəyyənləşir. O uşaqların çox gözəl tərbiyə və təhsil sistemi formalaşır. Orada çox haqlıdır Cavid müəllim. Bizim məşhur insanlarımızın həyatından bağlı jurnalistlərimiz, mənim öz həmkarlarım material işləyən bunu qabardırlar. Övladlığa götürdüyü uşaq, oğlu və ya qızı onu maddi zərərə saldı. Övladlığa götürdüyü övlad onun sonunu gətirdi. Bunu qabardırlar. Mən bayaq dediyim kimi, biz sığortalanmamışıq öz övladımızın da gələcəkdə nə cür sonluğa bizi apardığını. Bəli, mən çox şahid olmuşam. Narkoloji dispanserdə reportaja gedəndə, müsahibəyə gedəndə mən bunu tam səmimiyyətimlə deyirəm ki, ana öz övladının ölümünü arzulayırdı həkimlə söhbətində ki, mən artıq tükənmişəm. Ana açdı, saçını göstərdi ki, başının ortasından nəlbəki böyüklükdə saç yeri yox idi. Kökünlə övladı onu yolub və övladına narkotik pulu vermədiyinə görə və ana artıq çarəsiz idi. Cələf, sısqa, arıq, üst-üstə gəlsən o qadının 60 yaşı olardı, amma 40 kilo çəkisi olmazdı o vəziyyətdə. Doğma övladı da onun. Yəni, biz sığortalanmamışıq öz övladımızın gələcəyindən. Ona görə də çox gözəl ifadədir. Övladımız bətnimizdə də böyüyər, qəlbimizdə də böyüyə bilər. Biz bətnimizdə böyütdüyümüzlə qəlbimizdə böyütdüyümüz arasında fərq qoyanda əslində insanlıqdan çıxırıq. Bizim bir dənə sığortamız var, Elnarə xanım. Bir dənə bunu deyim. Bizim bir dənə sığortamız var, sevgi, əsirgəməməliyik. Sizə bir misal çəkeyim.
30-40 yaşında uşaqlar gəlir, uşaq deyil, artıq yəni özləri ailə qurmuş insanlar da zamanında övladlığa götürülüblər və onlardan gizlədilib. Təsəvvür edin Elnarə xanım, o adamlar bu yaşda öyrəniblər ki, haçansa övladlığa götürülüblər, deyək ki, 85-ci ildə, 80-cı ildə. Təsəvvür edin ki, onlar bütün işlərini, güclərini atıblar. Deyirlər ki, Cavid, mən vətəndaş qəbulunda onları qəbul edib dinləyirəm. Deyirlər ki, Cavid, mənim həyatımız yoxdur, yaşayışımız yoxdur. Bir dənə beynimizdə fikir bu odur ki, bizi kim böyüdüb, kim niyə atıblar, səbəb nə olub, bir dənə bunu bilmək istəyirik. Təsəvvür edin, bunu valideynlər əgər bu günləri gizlədirlərsə, yəni bu çox çətindir əslində ki, uşaq mərkəzli yanaşanda düşünürsən ki, sabah uşaq bunu bu və ya digər şəkildə biləcək. Çünki uşaq hissiyat sahibidir. Böyüdükcə aid olduğu ailəni, məsələ budur. Həm də uşaq yaşda çox rahat qəbullana bilirlər. Ona görə də biz qanunvericilikdə dəyişikliklərdə belə bir maddə əlavə eləmişik Ailə Məcəlləsinə ki, 3-4 yaş arası uşaqlara psixoloqun və pedaqoqun müşahidə ilə bunlar deyilməlidir. İndi məsələ də bundan ibarətdir ki, valideynlər bu prosesə nə qədər biz ona görə sual veririk ki, hazırmısınızmı? Tam hazırsınızmı övladlığa götürməyə? Çünki övladlığa götürmək elə bir dənə, məsələn, bu stəkanı oradan götürdüm, suyu içdim deyil, ha. Burada əzab, zəhmət var, burada qayğı var. Siz buna hazırsınız. Çünki övladlığa götürmənin hər mərhələsində bir adaptasiya var. Hətta övladlığa verildikdən sonra post övladlığa götürmə, yəni övladlığa götürmədən sonraki mərhələnin özünün adaptasiyası var. Məktəbə adaptasiya, ailə mühitinə adaptasiya, digər şəxslərə adaptasiya. İstəyir bioloji övlad olsun, istərsə də ki, sənin sahibləndiyin övlad olsun. Bu əmanətdir. Düzdür, sənin öz övladın belə bioloji olaraq sənin övladındır. O Allah Taala'nın sənə bir əmanətidir də. O əmanətə də düzgün sahib çıxmaq lazımdır. Doğru. Neçə ailəyə, bax bu il misal üçün neçə ailə övladlığa, yəni himayəsinə keçib uşaqlar? Ümumilikdə səlahiyyətlər bizə verildikdən sonra 800 uşaq övladlığa verilib. Bu il 802. 800-dən çox, bu il isə 130-dan çox uşaq artıq övladlığa verilib. Yəni bu müraciətlər hamısı elektron alt sistemi olunur. Övladlığa götürmə müraciətlərində elə ciddi artım olmur. Yəni il boyu hər dəfə stabil qalır. Çünki bəlli bir kateqoriyadır. Lalə xanım dediyi kimi bəzi valideynlər bir çox hallarda öz qohumlarının övladlarını tərbiyə eləməyə üstünlük verirlər. Onlar da zaman keçdikdən sonra uşağın məktəb vaxtı gələndə və yaxud da uşağa hər hansı bir sənəd almaq lazım gələndə artıq o hüquqi məsələlərə görə deyirlər ki, gedək bu prosesi rəsmiləşdirək. Cədməm, imtina olub heç. Bax 802 uşaq pis rəqəm deyil, düzdür. Mən valla sevindim ki, bizim ölkəmizin əhali sayına görə bizdə 400-500-ə yaxın yetişkin, böyük qərarı verən, bu qərarı bərabər verən, bu yükü məsuliyyəti üzərinə götürən, doğrudan da övladlara sahiblik etmək istəyən, qucaq açmaq istəyən cəmiyyətimizdə adamlar var. Doğrudan insanı yaşadan bu cür şeylərdir. Mən gün ərzində bir xoş xəbər cəmiyyətlə bağlı, insanlıqla bağlı eşitməsəm, yəqin ki, bir aydan sonra adam məhv olar. Düz demirəm mən? Doğru. Bizi yaşadan mənəvi qida, məhz o yaxşılıqdır, xeyirxahlıqdır. 800-dən yuxarı rəqəm, valla mən doğrudan bu an üçün o qədər xoşbəxt hiss etdim özümü. Çox yaxşı rəqəmdir, amma imtina olubmu? Bax, Elnarə xanım, 2019-cu ildən bu tərəfə, onu biz həyata keçiririk deyə demirəm, Ailə Məcəlləsi və qaydalar müəyyənləşib deyə, övladlığa götürmənin hər mərhələsində adaptasiya prosesləri var. Məsələn, uşaqla ailə uyğunlaşdı, müəssisədə 2 aylıq görüş var. Bu 2 aylıq görüş prosesində hər hansısa bir uyğunsuzluq aşkar olanda biz müdaxilə eləməyə çalışırıq ki, oradan geçsin. Konsultasiyalarımızı veririk, psixoloqa yönləndiririk və s. Amma görsək ki, artıq burada uşağın mənafeyinə zid məqamlar açıq-aşkar göstərir. Məsələn, ailə gəlir müəssisəyə, uşağa qayğı göstərmir. Oturub qıraqda uşaq da orada özü üçün telefona baxır. Bu bizim üçün qəbul olunmazdır. Çünki bu uşağı onu müəssisə daha yaxşı qayğı göstərir. Bəli, onu hər mərhələdə sosial işçi müşahidə edir. Və məsələn, belə bir ailəyə artıq biz başlayırıq və təbii ki, orada sərt yox, konsultasiya verməyə ki, uşaq tərbiyəsində telefonla uşağı təkbətək qoyub bu görüşə gəlmisənsə 2-3 saatlıq görüşə, bu uyğun davranış deyil. Dəyişmək üçün ona şans veririk, vaxt veririk və izləyirik. Əgər bu dəyişiklik baş versə, artıq bu mərhələ gedir. Ondan sonra səhv eləmirəmsə himayədar ailə mexanizmi də işləndi bundan ötürü. Eynidir, bəli. Ondan sonra sınaq müddətinə 3 aylıq veririk. Hələ məhkəməyə getməyibik. Sınaq müddətində uşaq 3 ay müddətində ailədə olur və biz də onu hər həftə izləyirik və bu müddətdə biz görsək ki, ailə tərəfdən, uşaq tərəfdən uyğunsuzluq var, yenə də müdaxilə eləməyə çalışırıq. Amma müdaxilə olunursa, nəticə vermirsə,
Məsələn, tutaq ki, olub ailəmiz ki, sınaq müddətindən geri qaytarmışıq uşağı. Niyə? Çünki uşaq baxımsız vəziyyətdə olub ailədə. Ana gedib işə, uşağı tapşırıb nənəyə, nənə də o halda olmayıb ki, uşağa qayğı göstərsin. Bununla bağlı mülahizələrimizi bildirmişik, amma dəyişiklik olmayıb və sınaq müddətindən uşaq geri qayıdıb. Bax, bu mərhələlər nədən saxlayır? Məhkəmə qətnamə verib övladlığa götürməyə qət eləyəndən sonra övladlığa götürmənin geri qaytarılması olmasın deyə Allaha şükür olsun ki, bu 6 ildə cəmi bir halda bizim övladlığa götürmənin ləğvi prosesi baş verib. Hansı hal idi? Elə bu dediyiniz? O halda ki, artıq orada uşaqla valideyn arasında uyğunsuzluq problemləri başlayıb, yeniyetməlik dövründə olan uşaq olub. Bəli, bilirsiniz, uşağın orada yeniyetməlik dövrü olan da valideyn daha həssas yanaşmalıdır. Daha orada bilikli və bacarıqlı müdaxilə eləməlidir və dəstəyə açıq olmalıdır. Bəzi valideynlər gizlətməyə çalışırlar deyə dəstəyi də özlərinə bağlayırlar. Çünki onlar konsultasiyaya getməlidirlər, bunu açıq şəkildə deməlidirlər, məktəbi açıq şəkildə bölüşməlidirlər. Bilirsiniz, bəzi valideynlər seçmə hüququna malikdir. Bizdə bu prosesin adı matchingdir, elektronlaşmış, avtomatlaşdırılmış prosesdir, uyğunlaşma avtomatik gedir. Orada uşaqların istəkləri yazılır, orada valideynlərin istəkləri yazılır və baraban kimi düşünək, fırlanır və hansı uşaq, hansı valideynə istəyə 100% üst-üstə gəlirsə, sistem ona sertifikasiya verir. Sertifikasiya verən kimi valideynə bu barədə SMS gedir ki, sizə uşaq uyğunlaşdırıldı. Ailə girir kabinetinə, kompüterdə, uşağın şəklinə, fotosuna, sağlamlıq məlumatlarına, digər məlumatlarına baxır. Ondan sonra yazır ki, orada alt sistemdə biz də onu görürük. Mən bu uşaqla müəssisədə görüşə razıyam və yaxud da mən bu uşağa baxdım, təhlil elədim. Səhhəti mənim, səhhətində problem var, mən götürmək istəmirəm. Bu cür nə bu tənzimlənir? Amma ümumiyyətlə bizim ailələr bəzən hətta övladlığa götürməyə gələndə ətrafa belə bir mesaj verirlər ki, mən hamiləyəm və bir neçə ay özlərini gizlədirlər. Kamuflaj eləyir. Bir neçə ay özlərini gizlədirlər. Təsəvvür eləyin, yəni bu da var. Ona görə də həssas mövzudur. Amma buna yəni hörmətlə yanaşırıq. Təbii ki, biz buna hörmətlə yanaşmalıyıq. O motivdir. O əslində, mən bayaq dediyim məsələdə əslində kompleksləri, cəmiyyətin stigmasından yaranan vəziyyətdir bu. Düzdür. Çünki gələcəkdə onun övladının kobud şəkildə övladlığın olduğunu öyrənmə prosesinə qarşı özünün müdafiə mexanizmini yaradır ailələr. Ki, Cavid mənim dediyi kimi, həmişə həssaslıqla öyrənmir uşaqlar. Qınaq. Uşaqlar elə bir kobud formada, dost çevrəsindən, dostunun ailəsi tərəfindən elə bir kobud formada övladlıq olduğunu öyrənir ki, bu onun psixologiyasında ciddi, sosial həyatında ciddi problemlər yaradır. Kimlərə verilmir uşaq? Yəni Qətiyyən, yəni bu heç burada qanunvericilikdə kimlərə verilmir? Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş xəstəliklərin siyahısı var ki, bu xəstəlikləri olanlar. Orada onkoloji xəstəliklərin ən son mərhələsidir, sonra orada narkomaniyadır, toksikомaniyadır, sonra vərəmin o keçici mərhələsində olan şəxslərdir ki, onlar ümumiyyətlə uçota alına bilmirlər. Ondan əlavə barəsində cinayət təqibi varsa və yaxud da xüsusilə ağır cinayət həyata keçirilmiş şəxs varsa tarixçəsində o şəxsə verilmir ya insan alveri və yaxud da nə bilim digər bu insan hüquq və məişət zorakılığına yönəliklər, bəli. Daha sonra bir də gəlir tələbi var, yaşayış minimum həddində gəlir tələbi var ki, bu da ondan ötürüdür ki, uşaq. Amma bilirsiniz də, Azərbaycan unikal ölkələrdən biridir ki, uşaqların, xüsusilə 3 yaşından yuxarı uşaqların övladlığa getirilməsini stimullaşdırmaq üçün dövlət müavinat müəyyənləşdirib. 240 manat 3 yaşından yuxarı övladlığa uşaq götürən hər bir ailəyə 240 manat hər ay müavinat verilir. Bu neçə yaşına kimi davam edir? 3 yaşından 18 yaşına qədər. İndi soruşun ki, əlilliyi olan uşaqlarla bağlı müavinət nə qədərdir? 600 manat. Əgər bir valideyn gəlib əlilliyi olan uşağı övladlığa götürürsə, 600 manat müavinat verilir. Tək övladlığa götürülür. Hər ay aşağıdır. Burada sui-istifadə halları da ola bilər. Yəqin ki, nəzarət olmasa, dövlətin verdiyi müavinətdən faydalana bilmək üçün sui-istifadə halları da ola bilər. Sadəcə Lalə xanım, bir dənə belə bir məsələ var. İşin özünün kökündə bir qayğı vardı ya, heç kəs özünü o zəhmətə salıb o sui-istifadəyə gəlmir də. Məsələn, təəssüf edici məqam budur ki, bu qədər dövlətin dəstəyi, müavinatı müəyyənləşməyinə baxmayaraq, əlilliyi olan uşaqlar üçün müraciətlərimiz azdır. Bax, 800 uşaqdan yuxarı dediniz də, götürülüb, sahiblənibdir. Bunun neçəsi oğlan uşağıdır, neçəsi qız uşağıdır? Oğlan uşaqları, oğlanlar 400-üzdür, qızlarımız da 399-dur, bərabərdir. Qız-oğlan məsələsində fərq yoxdur. Amma Elnarə xanım, mətbuatda gedən məsələlər zaman-zaman mətbuatda necə təqdim olunmağından asılı olmayaraq övladlığa götürmənin dinamikasına təsir eləyir. Məsələn, əgər bir oğlan uşağı ögey, oğlan uşağı ailədə hər hansısa bir cinayət törədibsə, bilirsiniz, 2 il əvvəli qayıdıram, ad çəkmirəm. Belə bir Azərbaycanda hadisə oldu. Oğlan uşağı girdi,
ailəni öldürdü üzvlərini, yadınızdadır. Hə, yadımızdadır, Ondan bəli. sonra, Əhməd məsələsini bəli, ad deyirsiniz, çəkmədən demək istəyirdim. Ondan sonra təbii ki, oğlan uşaqlarına maraq yavaş-yavaş o dinamik xətt üzrə azalmağa başladı. Niyə? Ona görə ki, artıq mif yəni stereotip işlədi. Yəni orada artıq bir stigmatizasiya getdi. Ləkələndi ki, hər oğlan uşağı belə eləyə bilər, belə deyil. Belə deyil. Yenə də ona görə də baxın, yenə deyirəm sizə çox təşəkkür edirəm ki, bu cürlə sərbəst, yəni efir mövzusunu qoyursunuz və biz bunu Lalə xanım da bizim çox yaxşı bu sahəni araşdıran mütəxəssisimizdir. Bizi dinləyən izləyici ürəklənir. Bizi dinləyən izləyici bilir ki, artıq haqqa inanmaq lazımdır. Çünki qıraqda nahaq tez şirin daxı, tez özünü cəlb edir. Orada, burada, TikTokda falan da izlədikləri, eşitdikləri daha tez yaxınlaşırıq. Amma məsələn, deyək ki, indi Enar xanım efirində bu müzakirə gedəndə, onlar deyirlər ki, ekspertləri bunlar belə danışırsa, demək ki, bu ekspertə inanmaq lazımdır da, nəinki əsası olmayan məlumatlara. Əlbəttə ki, siz birbaşa bu işin içərisindəsiniz. Əcnəbilərə uşaq verilmə, bax məsələsinə də istəyirəm toxunum. Var mı? Səhv yeni qüvvəyə mindi. Yenidir Əvvəllər o. icazə yox idi. Əslində hər zaman icazə var idi. Var. Yəni Yaxud da ki, əcnəbilər, bəli, Ailə Qadın icazə Uşaq idi. Komitəsi 2019-cu ilə qədər əcnəbilər müraciətlərini Var ümumiyyətlə əcnəbilərin əlbəttə müraciət də var, uşaq götürmək istəyənlər də var. Bilirsiniz əcnəbilərlə bağlı məsələ necədir? Azərbaycanda əcnəbi deyəndə əgər valideynindən biri Azərbaycanlı, digəri məsələn Rusiya vətəndaşı, Türkiyə Və ya vətəndaşıdırsa, Türkiyə, bu da hə. əcnəbi hesab olunur. Əlbəttə Yəni ki. bizə gəlib müraciət edən əcnəbilərdə mütləq bir Azərbaycanlı olur da. Yəni o Azərbaycanla bağlılığı olur. Əslində beynəlxalq övladlığa götürmə statistikasında əcnəbi övladlıq götürmə meyarı yüksəkdir. Məsələn, Amerika dünyada lider idi. Hardasa 5-6 il bundan əvvələ qədər əcnəbi övladlığa götürmə statistikasında Düzdür, məşhurlar var burada məndə, ən çox da onların Çindən adları da var. övladlığa götürüldülər. Bəli, bəli. Xüsusilə məşhur insanlar cəmiyyətə nümunə olurdular. Biz çox tanıdığımız məşhur parlaq simalar var ki, 3, 5, 6 övladlığa götürmə prosesi həyata keçirib. Avropa ölkələrində məsələn beynəlxalq övladlığa götürmə məsələsi aktualdır. Onların mediası çoxsunu müzakirə edir ki, güya ki, daha çox reklam etmək üçün belə ola bilər, sadə insanlar da götürür. Bəzən deyirlər ki, parlaq insanlar, səhnə qarşısında olan insanlar öz karyerasında irəliləmək üçün və yaxud da ki, özünü tanıtmaq, cəmiyyətin mərhəmətini sümürmək məqsədindən, tanınmaq məqsədindən bunu eləyir. Amma sadə insanlar arasında statistika, yəni orta statistik vətəndaş belə övladlığa götürmə məsələsində beynəlxalq və yerli övladlığa götürmə məsələsində olduqca aktivdirlər. Bizim cəmiyyət kimi xarakterik ölkələrdə o stigma onlarda yoxdur. Onlar tamamilə normal formada ətrafına nümayiş etdirərək götürə bilir bunu ki, mən övlad götürdüm və onun tərbiyəsindən məşğul olacağam. Amma bizdə bayaq deyildiyi kimi kamuflaj eləyə bilirlər qadınlar, qarnını hamiləymiş kimi göstərə bilirlər xüsusi vəziyyətlərdə. Amma çox yaxşı nümunələrimiz də var, Lalə xanım. Bəli, var. Yer dəyişmək eləyirlər məsələn. Sizə təsir edən, sizin bax üzünüzü indi belə qəribə gülümsədiniz. Bilirəm ki, nəyisə xatırladınız da. Böyük ehtimalla gənc nəslin nümayəndəsindən danışacaqsınız. Bizim bir ailəmiz var idi, valideyn namizədlərimiz var idi. Deməli, bunlar getdilər xüsusi kursa, eşitmə məhdudiyyəti olan uşaqla bağlı işarət dili, hər bir şeyini 6 ay yaxın öyrəndilər. Ondan sonra gəldilər, müraciət edildilər, əlilliyi olan uşaq, yəni eşitmə məhdudiyyəti olan uşağı götürdülər. Artıq o eşidir. Niyə? Çünki onu ailədə hər kəs başa düşür. Uşaqlar, evlərində öz uşaqları var idi. Onlar da kursa getmişdilər. Təsəvvür edin, indi o uşağımız, o ailəyə övladlığa verilən, o artıq eşidir. Niyə? Çünki onun dilində danışan insanlar var o ailədə. Çox gözəl bir keysdir. Yəni ürəyim ondan mənim belə. İnsan unikal bir varlıqdır da. Allah Taala bizi o qədər unikal yaradıb. Bizim içimizdə hər şey var. İnanın, biz bəzən sərvəti kənarda axtarırıq, sərvət də bizim içərimizdədir. Xəstə şəfanı həkimdə axtarırıq, tamam, həkimin də şərəfli peşəsi var, missiyası var. Amma inanın ki, ən böyük şəfa da bizim içərimizdədir. Biz əslində yaşaya-yaşaya tərbiyələnirik. Görə-görə, baxa-baxa, sosial şəbəkələrdə, başqa ölkələrdə övladlığa götürmə prosesi və yaxud da ki, valideynlərin öz övladına açıqlama prosesini görürük, izləyirik və hər izlədiyimizdən tərbiyə alırıq. İnsan elə bir varlıqdır ki, doğulandan ölənə qədər tərbiyə alır və təkmilləşdirir özünü. Ona görə yaxşı əməlləri paylaşmaq lazımdır. Yaxşı əməlləri
yeri gələndə aləmə car çəkmək lazımdır ki, Bəli. başqasına nümunə olmağı bacarasan. Çox düzdür deyir. Baxın, Xeyirxahlıq və yaxşılıq yoluxucudur. Hər üçümüz də bunu hələ veriliş başlamadan əvvəl müzakirə etdik. Mən son vaxtlar məyus edən məqamlardan biri də nədir? Biz dünyasını dəyişən bir insana ürəkdən Allah rəhmət eləsin, ruhu şad olsun deyə bilmirik. Və yaxud da deyiriksə, bunu sona qədər əməl edə bilmirik. Yəni sözlə hərəkətimiz üst-üstə düşmür. Biri evlənirsə, biz ona artıq ürəkdən də xoşbəxt olsun demirik və biri yaxşı yaşayırsa, biz ona maşallahı da yalandan deyirik. Mən artıq get-gedə bunun Qınamağı sevən bir cəmiyyətə çevrilmişik. Biz yad övladına sahib olub, onu öz doğmamız, onu öz balamız, öz ailəmizin bir üzvü etmədən danışırıq. Amma buradan da 2-3 gün bundan əvvəl olan Nurcan hadisəsi bizi çox üzdü. Orada da indi məqamlar var, Cavid müəllim. Bildiyim qədərilə siz elə birbaşa o məsələnin içində iştirak etmişsiniz də. Yəni ki, baxın, bir qızımızı itirdik. Günahlandırılan tərəflər çoxdur. Burada sığınacağın da üzərinə məsuliyyət düşür, ailənin də üzərinə məsuliyyət düşür. Söhbət 16 yaşında qız övladından gedir də. Yəni bu böyük qərarlar verə bilməyəcək. İndi bu dəqiqə Nurcan sağ olsaydı, onun indiki yaşına görə missiyası nədən ibarət idi? Dərs oxumalıydı, bir qarşısında arzularına çatmaq üçün addımlar atmalıydı. Kimsə də ona yaxını, doğması, bibisi, xalası, atası qayğı, sevgi verib, isti yeməyini verib, gigiyenik onun isti yatağını təmin edib, ona sadəcə olaraq dəstək olmaq ki, o arzularına doğru gedə bilsin. Düzdür, uşaqlar nə istəyirlər? Nə istəyir uşaqlar? Bir sığal, bir tumar, bir şirin söz. Təmənnasız insanı sevən varlıqlardır. Mən oğluma irad tuturam nəyisə, 6 yaşı var. Nə bilim, qızıma irad tuturam nəyisə, 18 yaşı var. İnanın ki, 10 dəqiqədən sonra mənim hələ əsəbim sakitləşməyib. Düz deyə, sonra o özüm sakit olandan sonra da inanın ki, ağlamaq dərəcəsində oluram. Ay Allah, bunlar da yatanda o qədər məsum görünürlər, o qədər saf görünürlər də. Deyirəm, ay Allah, bunlara necə irad tuta bilərəm. Amma elə qışqırmağın belə sakitləşməyib. Biri oradan gəlir qucaqlayır, biri buradan gəlir qucaqlayır. Yəni, bunun qarşısında sevginin həll eləməyəcəyi bir şey yoxdur çünki. Ən böyük sevgidir bu. Biz agentlik olaraq hər bir valideyn himayəsindən məhrum olma riski altında olan uşağını atmaq istəyən ailəyə ilk növbədə bunu deyirik ki, bağlılıq qopsa bu uşağa dərin kədər verəcək. Bəzi uşaqlarımız kədərdən xəstələnir, bəzi uşaqlarımız kədərdən özünə qapanır. Bilirsiniz, 15 yaşında, 14 yaşında uşaq, 9 yaşında, 10 yaşında atılmağı hardasa başa düşür. Niyə? Çünki valideyn deyir ki, narahat olma, həftə sonu gələcəm, bazar günü gələcəm. Mərhələli şəkildə baş verir də bu. O anlayır ki, bu indi ailədə müəyyən bir hadisə olub bu uşaq. Amma 5 yaşında, 4 yaşında uşaq ayrılığı anlamır. O kədəri yaşayır, özdə axıra qədər yaşayır və biz o kədərli səhnələr ki var, ayrılıq səhnələr, biz onları hər dəfə müşahidə edirik və ailələrdən xahiş edirik ki, yaxşı, baxmırsınız, atırsınız və yaxud da yerləşdirirsiniz, heç olmasa ziyarətinə gəlin, bu uşağı sürətli, intensiv şəkildə ziyarətinə gəlin. Bilirsiniz nədir Elnarə xanım? Bax, deyirsiniz, məsələ olduqca önəmli məsələdir. Bugün Azərbaycan cəmiyyətində, mediada, ictimaiyyətdə, xüsusilə də ictimai müzakirələrdə qayğı prioritet olmalıdır. Qayğı trendə çevrilməlidir. Biz hər kəs qayğını, mərhəməti, sevgini, bağlılığı prioritet eləməliyik. Bu müzakirə olunmalıdır. Çox incə mövzudur. Bu müzakirə olmalıdır. Bu, yəni hər bir səviyyədə, istər məktəbdə, ailədə, istər bütün qurumlarda bu prioritet olmalıdır. Biz qayğını çox ciddi meyardır. Azərbaycan hər bir uşağın arxasında dayanacaq bir ailə var. O ailəni gücləndirmək, o ailəyə dəstək vermək lazımdır. Bilirsiniz ki, bizim gatekeeping mexanizmimiz var. Ailə uşağına atılmaq istəyəndə bizim dərhal sosial işçimiz ailənin evinə gedir və qiymətləndirir. Və ona bilirsiniz nə təklif edirik? Deyirik, qoy uşaq qalsın, əgər uşağa qarşı zorakılıq yoxdursa təbii ki. Uşaq qalsın, biz bütün dəstəyi sizə veririk. Məşğulluğa, aktiv məşğulluğa yönəlik, ünvanlı dövlət sosial yardımına yönəlik. Təki siz uşağa ailədə baxın. Niyə? Çünki bağlılığın qırılmağı, ailədən ayrılmaq uşağa dərin izlər buraxır. O gələcəkdə emosional, psixoloji inkişafında istəsək də yaxşı nəticə əldə edə bilməyəcək. Ruh insanda çox önəmlidir də. Bu yaxınlarda bir kardioloqla görüşmüşdüm, müayinəyə getmişdim. Dedi ki, Elnarə xanım, ruhi xəstə nə deməkdir? Bu insanları bugün götür, apar
MRT-dən keçir, KT-dən keçir. Hər şey sağlamdır. Hər şey sağlamdır. Bu adamın ruhu xəstədir. Doğru. Bax bu cür məsələlərdə biz onlara insani, düzgün yanaşmayanda, Lalə xanım, dərindən məsuliyyətinə hiss edib yanaşmayanda bunların ruhu xəstələnir və ruh xəstəliyi nə iynə dərmanla, nə zamanla heç nəylə düzəlmir. Dövrün ən böyük problemi də yeganə əslində o xəstəliyi, xəstəlik. dərmanı, sevgi, Qayğı, mərhəmət, vicdan, hamısı. bax bu şeylərdir. Bugün dövr insanının yaşından asılı olmayaraq əksəriyyətinin yaşadığı vəziyyətdir o əslində. Köhnə insanlar, yaşlı insanlar könül xəstəliyi deyirdilər onun adına. Eşq xəstəliyi, Bəli, könül darıxmaqdan, xəstəliyi, sevgidən, məhəbbətdən diaqnoz qoyula bilməyən vəziyyətlərə deyirdilər könül xəstəliyi. Cavid müəllimin dediyi o az yaşlı uşaqlarda da müşahidə olunan vəziyyət odur. Bir yerləri ağrımır, bir sağlamlıq problemləri yoxdur, amma atıldıqları hissi, atılma hissi onlara çiyinlərinə o boyda böyük bir məsuliyyət və ağrı yükləyir ki, fərqində olmadan ruhları xəstələnir onların əslində. Ona görə də yüz ölçüb bir biçmə məsələsi boşuna deyil. Ailələrimiz var ki, ana, ata, bir uşaq, 3 uşaq fərqi yoxdur. Bir evin içində yaşayırlar. Yəni baxdığında doğrudan doğruda bir ailə tablosu görürsən. Amma o uşaqlar hər gün o evin içində bəlkə də dəfələrlə kənardan hər şey normal görünə bilər, içinə girməyincə. Belələri də var da. Bizim hər birimiz ideal deyilik. Hər birimiz ailə, uşaq tərbiyəsi ilə bağlı möcüzələr yaratmırıq. Tərbiyədə mən də səhvlər eləyirəm, siz də səhvlər eləyə bilirsiniz, başqaları da səhvlər eləyə bilər. Sadəcə o dediyiniz kimi bayaq səhvlərimizdən tərbiyələnmə məsələsi var. Çox sevindirici bir xəbərim var. Artıq 2023-cü ildən etibarən Azərbaycanda yeni bir qayğı növü formalaşıb, himayədar ailə qayğısı. Və bu geniş bir imkandır ki, kimin ki özü ailəsini uşağa açmaq istəyirsə, bu bir müqavilə əsasında formalaşan qayğıdır. Valideyn himayəsindən məhrum olmuş uşağı götürüb ailəsində himayəyə göstərsin. Müqavilə əsasındadır. Sosial Xidmətlər Agentliyi ilə valideyn namizəd arasında müqavilə imzalanır və uşağı bir müddətlik, 1 illik, 2 illik, 3 illik artıq o ailənin və agentliyin razılaşmasına bağlıdır. Götürür ailədə qayğı göstər. Bu övladlığa götürmə deyil, hüquqi məsuliyyət yaranmır, sadəcə baxırsınız. Qonaq eləmək kimi bir şey. Burada əsas məqsəd nə idi? Əsas məqsəd bu idi ki, heç olmasa 0-6 yaş arası atılan uşaqlar ki, atılmağı anlamırlar da, onlar üçün bu çox travmatikdir. Onlar üçün bir gün bir ilə bərabərdir valideynsiz keçən. Heç olmazsa bu uşaqları himayədar ailədə böyüdək alternativ ailə qayğısıdır da. Yəni öz bioloji valideyn olmasa da yenə də birə-bir qayğı görsün, birə-bir diqqət görsün. Hər gün onu əzizləyən, hər gün onun sevincinə, şərkinə, kədərinə şərik olan şəxslər olsun. Və düzdür, sevindirici hal da budur ki, 57 uşağı bu günə qədər himayədar ailəyə vermişik, amma uşaqlarımız var hələ. Yəni, bu uşaqlarımızın bugün müəssisədə olan 1200 uşağın ən azı 300, 400, 500-ü bugün rahat şəkildə himayədar ailəyə verilə bilər. Niyə? Yaşları aşağıdır və onlar himayədar ailədə daha sağlam, daha təhlükəsiz, daha birə-bir nəzarətimizdə və həm də valideyn qayğısında ola bilərlər ki, bu yaxşı haldır. Cavit, mən biraz əvvəl bir məsələyə toxundunuz da, dediniz ki, bəzi ailələr, daha doğrusu valideynlər var ki, onlar özləri gəlirlər, yazılı surətdə və izahlı surətdə izah edirlər ki, mən övladımdan imtina edirəm. Bəli. Bunlar təbii ki, sığınacaqlara yerləşdirilir də bu uşaqlar. Yoxsa yəni, necə olur? Sosial xidmət müəssisələrinin içərisində bir də ki, həm bu sığınacaqlar valideynlər var. necə belə bir kağız üzərində çox asanlıqla mı alınır bu? Yəni icazə verirsinizsə, o hissəsini deyim. Etməyin də bilirsiniz necə, nəsə almaq, nəsə satmaq bu deyil də. Bu daha Yəni çox, bunun bilirsiniz, bir ciddi səbəbi, argument olmalıdır. Burada əsasən az yaşlı uşaqlar, körpələrə aid olur bu məsələ. O da hansı hallarda nikahdan kənar evliliklərdə və yaxud da bəzən görürsünüz ki, bir xanım nikaha girmədən, ailəsinin xəbəri olmadan hamilə qalır və bunu gizlədir. Bir müddət gəlir şəhərdə yaşayır, 6, 7, 8 ay uşağı dünyaya gətirəndən sonra biz ona nə qədər təklif etsək də, konsultasiya versək də ki, narahat olma, gedək ailə ilə də danışaq, necəsə səni qəbul elətdirək ailədə, deyir, yox, başımı kəsərlər, mən bu uşaqdan imtina edirəm. Yəni, imtina nədir? Uşağın övladlığa verilməsinə əgər buna şərait də yaratmırlarsa, Lalə xanım, bu da yalandır. O adam Əslində, Lalə xanımın dediyi məsələdə miflər çoxdur da, qorxular qorxular çoxdur. çoxdur. İnsanın özünün əxlaqına, vicdanına qalmış. Bugün elə bir dövrdə yaşayırıq ki, hamiləlikdən qorunma... Desəz ki, bu 15-16 yaşındadır. Yox, hamiləlikdən qorunma üçün kifayət qədər çox vasitə var. Yəni, şuurlu şəkildə bir şuurlu insan... ağıllı telefonlar var da, biz orada nəyi yazırıq? Sən bilirsən ki, kimlənsə münasibət yaşayanda sənin hamilə qalma şansın var. Üzr istəyirəm, sən kimlənsə uşaq olacaq dərəcədə münasibət yaşayırsan, amma sən bilmirsən ki, bundan
qorumağın Yəni yolu əslində o nədir? insanlardan ötürü dünyaya gətirib atmaq bizim qəbul elədiyimiz qədər faciəvi vəziyyət deyil. Onlar normal baxırlar və sıradan vəziyyət kimi baxırlar buna. Pişik öz balasını atmır, insan öz balasını atır. Bu vəziyyət, yenə də deyirəm, insanların əxlaqına, mənəvi vəziyyətinə və vicdanına qalır. Həm də ailə tərbiyəsi, disfunksiyonallıq da Təbii burada ki, təsir göstərir. nikahdan kənar uşaqların sayı da Qızlarımıza dəstək verməlidir ailələr. Hətta Düzdür. səhv qərar verib, arzu olunmaz hamiləlik yaşayanda belə Düzdür. o qızı atmaq olmaz. Düzdür. O qıza dəstək vermək Bizim lazımdır. bir neçə ay bundan əvvəl nikahdan kənar doğulan uşaqların sayı açıqlandı ölkə üzrə. Dəhşətli Bəli, bir rəqəm idi. biz onu Yəni o işlədik uşaqların verilişimizdə. əksəriyyəti dövlət müəssisələrinə tərk olunur. İnsan taleyi dəyişir də bununla. Cavab, mən biraz əvvəl bir sual verdim. Biz belə polemikamız belə yaxşı gedirdi deyə unutduq. Uşaqların valideyn seçmək hüququ varmı? Qısa amma deyə, çünki vaxtımız bitir. Uşaq əgər danışa bilirsə, Yəni dediniz, anketdə fikirlərini ifadə edə valideyn bilirsə, seçir, o uyğunlaşdırmadan sonra, məsələn, valideyn namizəd gedir Uşaq deyə bilərmi istəmirəm? Uşaq da gəlir. Əgər uşağın, onu deyirəm, əgər fikirlərini ifadə eləmək yaşıdırsa, 9 yaşı, 8 yaşı, 7 yaşı varsa, açıq şəkildə deyir ki, mən istəmirəm bu xalaya, bu biyə, bu əmiyə, bu ailəyə getmək və bu təbii ki, nəzərə alınır. Əgər uşağın yaşı imkan vermirsə, o zaman onun fikirlərini biz öyrənirik. Sosial işçi o uşağın əvəzinə müəyyənləşdirir ki, artıq bu ailə bu uşağa baxa bilmir. Ekspertlər müəyyənləşdirir. Yəni uşağın əvəzinə, uşağın fikirlərini, hisslərini, qorxularını ailə gedəndən sonra tam müşahidə edəndən sonra biz o qərarı verə bilirik ki, doğrudan da bu uşaq bu ailədə qorxu ilə yaşayır. Ki biz belə olub dəfələrlə ki, 3 yaşına qədər uşaq olub ki, biz onun həyəcanını, kədərini, Bədən dili deyir əslində hər şeyi. qorxusunu biz onu müşahidə edib qiymətləndirmişik və nəticə etibarilə ailə ilə bölüşmüşük. Səhvləri nədir? Ailəyə izah eləməyə çalışırıq ki, harda səhv eləyirsiniz, düzəldəyin. Niyyətimiz hamıya. Və bu gün bizim övladlığa götürmə üzrə müraciət edən hər an aktiv 50, 60, 70 ailə olur da onlarla işləyirik də. Bu ailələrin hər birinə biz uşaq bizim niyyətimiz budur. Ona görə o mərhələlərdən gəlib keçiblər. Amma ailələrin özlərinə də məsuliyyəti, həmin o uşağa görə, uşaq mərkəzli düşüncəyə dəvət edirik hər dəfəsində. Mən təşəkkür edirəm gəldiyiniz üçün. Doğrudan da çox vacib bir mövzuydu. Doğrudan elə müzakirə oldu ki, bəzi şeyləri mən heç bilmirdim. Buradan öyrənmiş oldum. Yəqin ki, tamaşaçılarımız üçün də maraqlı oldu. Onlar da nəsə öyrəndilər. Hər bir halda istəyir bioloji olaraq, istəyir sahiblənmək, övlad işi məsuliyyətli işdir. Öz məsuliyyətinizi daşıya bilirsinizsə, bu bir. İkincisi, götürəcəyiniz, sahib olduğunuz, hətta qonşunun uşağının belə bir məsuliyyəti var da bizim üzərimizdə. Yəni ümumiyyətlə bizim cəmiyyətdə məsuliyyət formalaşmalıdır. Daha üstün, daha dəyərli, daha mənəvi. Hər bir kəsə təbii ki, arzusunda olan hər bir kəsə övlad sahibi olmağı arzu edirəm. Çünki bu doğrudan da möhtəşəm bir istə, amma məsuliyyətlə. Çünki övladlar bizim gələcəyimizdir, onlar bizim gələcək cəmiyyətimizdir. Təşəkkür edirəm hər birinizə. Görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.